Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Okay. Bu günləri cəhalət mühəndisliyinə, beyin mühəndisliyinə qarşı əski türkçə kitablar proqramının 305-ci bölümünü başlayıram. Allah-u Təbarək və Teala'ya şükür olsun ki, bu günləri də bizə qismət elədi və bu gündə bizim türk dədələrimiz, babalarımız, millətimiz minlər il yaşamların iki şeydə xülasə olaraq bizə miras qoyublar. Bir, dil, türk dili, bir də yazı dili. Bu iki uyğarlıq bəşəriyyətin kamil, tamam vitamin, düşüncə, anlayış, görüş vitaminlərinin hamısını yığıb bunun içinə kəpsul eləyibdi, həbb eləyib, qurs eləyib, veribdi bizə. Və biz sadəcə bunları oxumaqla türk dədələrimizin minlər il təcrübəsinin, düşünüşün, anlayışın, görüşün alırıq çox rahatlıqca. Yəni, lazım deyil minlər il yaşayaq, təcrübə eləyək. Burada görürük bunları. Bunlardan gedək şu bu günləri hansısı bizim şansımıza gəlir. Bildiyiniz kimi kitabın, proqramın da adından bəlli olduğu kimi biz burada əlyazma kitabları oxuruq ki, neçə yüz il bundan qabaq yazılmışlar və çap olmayıbdır. Onun üçün də düşmənlər keçən 250-də eləyə bilməyiblər bu kitablara çox əl aparsınlar. Demirəm, yəni əl aparmayıblar, bu kitablara da ola bilər ki, əl yazmalarda da əl aparsınlar. Amma hər halda bu kitabların sayı çox olduğu üçün bunlara və bir də bunlar qadağan olduğu üçün icazə verməyiblər bunları biz oxuyaq. Bir dəfə işi rahatladıblar özlərinə. Çapi kitablar görər, Avropalılar, Amerikalılar yazdığı kitablar görər, əl yazma kitabları da savadımız çatmasın oxuyaq. Beləliklə beynimiz çox rahatca bunların əlində olsun. Dünənləri geçmiş cələsədə İstuvani Həlib adlı bir kitabı oxumağa çalışdıq. Əlbəttə iki kitab, İnşəqqətil Əsrar və İstuvani Həlib ki, bunun haqqında bu Nəşətül Əsrar, İnşəqqət dəyiri, bunu mən Nəşətül yazım, bu nə? Neyim eləyək? Nəşətül Əsrar. Tamam, bu Nəşətül Əsrar çox ciddi bir kitabdır. Bunu yazan içində şeiridən bəlli oldu ki, Səzai adlı bir şəxs bu kitabı yazıbdır. ChatGPT-dən, Gemini-dən da soruşdu ki, Səzai adında bir adam tanırsan. Dedi ki, Məhəmməd Səzai Yeni Şəhərli bir şəxsiyyət imiş ki, Allah rəhmət eləsin, 1080-də doğulubdur, 1151-də də Allahın rəhmətinə gedibdir. Əgər bu kitabı bu adam 50 yaşında yazmış olarsa, onda 317 il bundan öncə bu kitabı yazıbdır. Çox ciddi bir kitab, türk dilində və çox önəmli. Bu Üstüvani Həlib, bu da özü deyibdir ki, 1108 ilə 1109 illərində bu kitab yazılıbdır. Yəni 338 il öncə, bundan öncə yazılıbdır. Yazanın da adı Müftüdür ehtimalən. Yox, özür istəyirəm. Bu yazan özü adı Fəzlidir. Kamil də adın yazmayıb nə mənədir. Amma bunun müftisi ya ustadının da adı ki, bu kitablar onun nəzəridir. Əvvəldə biraz əqaidə, usul əqaidə görə danışır. Sonra ikinci səhifədən geçir, namaz, oruca geçir, özəlliklə namaza geçir. O, bir dənə müfti ya ustaddır, adı Üstüvani Məhəmməd Əfəndi
ehtimalən bu Üstüvani ikisi də ki, bu adamların adlarında görünür. Bu şəhər adı olacaqdı. Bir yer adı olacaq. Şəhər deməyək, o zaman şəhər yoxdur. Şəhərdən anlam bugünkü mənada deyil. Gedək görək ki, bu günləri bu Şəcəri Məktub dediyimiz kitab, bir də bir ayrısını açaq görək ki, Nikahi Məqud. Mən hərdən sözü gətirəndə, nə mənə də bezi gətirəndə, qıyıq da bezi gətirəndə, İslamdan da bəzən danışıram, Qurandan da danışıram, düşüncələrimi deyirəm əslində. Mən dəfələrcə ərz eləmişəm ki, İslamda, Quranda, İslam deməyək, Quranda hər şey, Quran bir dənə kitabdır, misal üçün Allah tərəfindən gəlmiş olursa Həzrəti Məhəmmədə, ya Həzrəti Məhəmməd Allah tərəfindən bizə deyibsə bu kitab əlimizdə olan kitabdan danışıram. Bu kitab zaman içində və şəraitə görə və məkana görə dəyişir. Hər şey dəyişir. Mən dünənləri oruçluq, bilirsiniz, sabahdan oruçluq başlayacaqdı inşallah, Ramazan ayıdır. Selamun aleyküm əziz dostum. Ramazan ayı sabahdan başlayacaqdı və Kanadada da bir coşqun var. Hətta ərz elədim, bir Kanadalı dostum dünən bunu mənim yadıma saldı ki, hazırsan, hazır deyilsən, İsrafa gün. Nəyə hazıram? Oruçluğa hazırsan. Adam getmişdi, Filistinli məğazə tapıbdı. Oradan xurma alıbdı oruçluğa. Özü Kanadalıdır. Yəni əsli, deməyək əsli, məsələn 5-6 nəsli burada olubdu. Ona görə əsli deyirik. Yoxsa Kanadada heç kəs əsli deyil. İlla onlar ki, onlara native deyirlər. Yəni yer sahibləri. Bir yol. O yadıma salandan sonra mən bu oruçluğu dedim ki, oruçluq, özümdən sual soruşdum. Quranda oruçluq və İslamda oruçluq, Həzrəti Məhəmməd oruçluğu ha zamandan başlayıbdı? Bunu soruşdum bu ChatGPT-dən, internetdən ki, İslamda ha vaxt başlayıbdı oruç? Bilirsiniz ki, Həzrəti Məhəmməd 13 il Mədinədə qalıbdı, 13 il Məkkədə yaşayıbdı, sonra da hicrət eləyibdi, yəni canını götürüb qaçıbdı. Hicrət bu anlamdadır. Quranda da hicrəti çox tövsiyə eləyiblər ki, bir yerdə gördünüz yaşam zordur, oradan qaçın. Canını götürüb qaçıb Mədinəyə, Mədinədə 10 il qalıbdı. Cəlibdir ki, o 13 il ki, Kəbədə yaşayıbdı və İslamın yaxşı günləridir əslində, yəni zordan əslən istifadə edilmir, tamamən təşviqi bir vəziyyət vardı və çox insanlıdır, hüquq bəşəri bir sistemi var, bugünkü dilindən desək. Mədinədə də 2 il o cürsi keçinibdi, 2-ci ildə deyib oruç tutmaq var. Oruç tutacaq, Ramazan ayın oruç tutacaq. Yəni 15-ci ildə, İslamın 15-ci ilində oruç vacib olur insanlara. Bir ay oruç. Mənim zehnimə bu gəldi yenə də ki, əcəba Həzrəti Məhəmməddən öncə oruç tuturmuşlar ərəblər içində, yoxsa tutmurmuşlar? Bilirik ki, ərəblərdə, hala tarix düzdür, yalandır, bilirik ki, Yəhudilər Ərəbistanda yaşırmışlar və Xeybər məsələsini çox eşitmişik. Bunun üçün Yəhudilər oruç tuturmuşlar, onların orucu var. Amma ərəblər də, yəni onlar ki, müsəlman deyirlər, Yəhudi deyirlər, Məsihi deyirlər, onlar da oruç tuturmuşlar. Bunu soruşdum, görüm ki, yəni Həzrəti Məhəmməd toplumdan alır bu oruç düşüncəsini, yoxsa eşikdən alır. Yəni sünnət, o şey ki, sünnət deyirlər, toplumda var idi, Həzrəti Məhəmməd də onu mənimsir, imzalır ki, tamam, mən də bunu qəbul edirəm. Bu, Həzrəti Məhəmməddən qabaq var idi, yoxsa Həzrəti Məhəmməd yaradıbdır, mübtəkirdir. Gördük ki, yox, o cür deyil. Həzrəti Məhəmməddən öncə hər ayın 13-ün, 14-ün, 15-in, hər ayın oruç tutarmışlar ərəblərin bəzisi. Onlar ki, irfan dalısı canılmış, onlar ki, o birisi əski tarixi dinlərə bir növ inancıları varmış, topluma gəlmişmiş,
ayın 13-ün, 14-ün, 15-in qəməri ayın. Oruç tutarmışlar. Adına da nə deyərmişlər? Deyərmişlər ki, Əyyam-ı Beyz, Əyyamul Beyz, ağ günlər. Niyə ağ günlər deyərmişlər? Çünki ayın 13-ü, 14-ü, 15-ində göydə o ay bütünləşir. İşığı çox olur. Yerə göndərən işığı, əks elətdiyi işıq çox olur. Ona görə ona Əyyamül Beyz deyərmişlər və oruç tutarmışlar. Həzrət Məhəmməd də oradan onu tutarmış, sifariş eləmişmiş, vacib deyilmiş, amma yaxçıymış elə o 13 ildə, 15 ildə yaxçıymış ki, o günləri ərəblər tuturmuşlar. Həzrət Məhəmməd də tuturmuş məsələn. 3 gün ayda, hər ayda 3 gün. İldə elir 33 gün, 36 gün. Sonra Həsən Məhəmməd deyib ki, bunları bir rədəxlə, bir eləyək, bir yerdə qoyaq. Elə insanlar da şey olmasın, bir dəfə gəlsinlər, bir ay tutsunlar, geçsinlər. Yəni bir dənə ibtikarı buradadır ki, o oruçluq içi 12 aya yayılırdı və hər ayda 3 gün tutulurdu. Həzrət Məhəmmədin ibtikarı budur ki, bunu yığır bir yerə və bir elir. Yəni buradan da görsədir ki, yenə də oruçluq İslamın əvvəlindən vacib deyilmiş sonuna qədər, zaman içində və mən bunu axtarışmadım, amma bu gün özüm bunu düşünürdüm proqrama gəlmədən öncə ki, bunu axtaradım görə ki, əcaba bu Öhüd zənginlə savaşına görə beləsi oruç tutuldu. Yəni onun tarixin adam bilsə bilər ki, hangi şəraitdə oruç başlandı. Əcaba mali cəhətdən çox çətinliyə düşəndə başlandı, hangi zamanda başlandı? Başlandı hər halda böyük bir hadisədir. Kitabdır, əziz dostum. Burada biz kitab oxuruq. Türkcə əski yazılmış əlyazma. Neçə yüz il bundan qabaq yazılan türkcə kitabları burada oxuruq, oxuram türk öyrənməkdən ötürü və əski dədələrimizin düşüncələri ilə tanış olmaqdan ötürü kitab oxuruq. Bu günləri 2 kitab, onlar ki download eləmişdik, onlardan 2 kitab açdıq. Görək ki, birincisi Şəcəri Məktub deyə gəlibdir. Görək ki, bu Şəcəri Məktub ha zaman yazılıbdır? PDF-in başında dostlarımız yazıblar ki, bu 1216-cı ildə yazılıbdır, qəməri ildə. Yəni neçə il olar? Bunu cəlibdir, bunu yazıblar 6 səhifədir. PDF-də 3 səhifə görsədir. Çox kiçik bir şeydir. Amma əl yazmadır və o zamandan qalır. Adı Şəcərətü Məktub ehtimalən olacaqdır. Məktub Şəcəri Məktub 1216-cı ildə yazılıbdır. 6 səhifədə və indi bunu hesablasaq, bu kitab ha zaman yazılıbdır? İndi 1447-ci ildir, yox. Bundan çıxsaq 1216-nı 231 il öncə bu kitab yazılıbdır. Mən məmulən 250 ildən aşağı kitabları məmulən oxumuram, çox təsadüfi. Amma bu kitabın qonusu nədir? Buna bir baxaq. Özü də 6 səhifə olduğu üçün. Kitab Süleymaniyyə kitabxanasında İstanbulda Fatih məhəlləsində saxlanır. Bu birinci şeydir, görürük. Kitabın cildini açmır, görsətmir, görək nə cürdür. Əl yazması çox əcibə bir əl yazması vardı. Kitabın özünün birinci sətrində tarix 1216-nı bir dənə də qəbul ya qəyyur yazıbdır, 1216 deyə elə birinci səhifədə görsənir. 2 səhifə burada əl yazı, 4 səhifəlik bir yazıdır. Yəni bunu necə yazıblar? Aha, 2 səhifə əvvəldə cildindən əksi, cildinin içindən əksi qoyubdur. Ona görə olub aldı. Əslində bu yazı 4 səhifəlik bir şeydir və 231 il öncə yazılıbdır. Bunu biraz geçəldək, şöyle bu xətti oxuya bilirik ya yox. Çox dedim, bu əl yazmalar normalda əgər divan xətti ilə olmasa, bu əl yazmalar çox çətin olur oxumağı. Çünki hurufları necə çəkələr kağız üstündə, necə bunları buruşduralar,
və necə o birisilərə buruşdurub yapışdıralar və bunlara şəkil verələr, o adamdan adama fərq elədiyi üçün standart deyil. Hər adamın özünə özəl, aid, özünə məxsus bir əl yazısı var. Eyni özü kimi ki, dünyada hər adam təkdir, əl yazısı da təkdir. Görək ki, bunu oxuya bilirik ya yox. Əlbəttə, bunu da ərz eləmişəm dəfələrcə ki, əl yazıları oxumaq üçün istəyən adam bir dənə nəfərin əl yazısını yaxşı oxusun. Gərək ki, onun kitabından 10-15 səhifəni oxusun. Ən azı 30 səhifəyə yaxın oxusa daha yaxşı olar. Eləyə bilər ki, o xətti nə cür bu adam bir-birinə yazıb, yapışdırıb, buruşdurubdur, kitabın üstündə ya səfənin üstündə çəkibdir qələmi. Onunla tanış olsun, beyin də buna adət eləsin. İlla ki, bunun içində bəzi lüğətlər olar ki, o lüğətlər təxəssüsü lüğətlər olar. Onları anlamaq zor olsa, mənim tayım ki, savadsızam türk dilində. Allahın əmanında, sağlıq, səlamətliğinə dostum. Mən indi burada baxım görüm ki, bu sətr kitabı oxuya biləcəyik, ya yox. Birinci kəlməsini hələ feylən oxuya bilmirəm də. Dildi Həbib cami'i şərifi ittisalinə vələdi nə mənədir bərməndə vələdi Həbibi cami'i şərifi ittisalən ehtimalən tarix 1216 Qabur 1216 səneyi fəximəsində ehtimalən inşa buyurulub nami famillərinə mənsubudur. Şəhri Nəsqar əmlan əminə dərcahi ehtimalən ərəbcədir. Mən ki, bunu oxuya bilmirəm. Bura gördüyüm ərəbcədir. Çünki kəlmələr gəlmir sonra. Əlbəttə, məsələn, sənədə inşa buyurulub, buracan pəs türk olur, necə olur? Nami famillərinə mənsubiyyətlə şəhri Nəsar əmdan əminə dərcahi lətifinin dərcahi əmniyyə dərcahi lətifinin bab-ı daxilindən kərpini cami-i şərif ilə butxanəyə müttəsil türbe-i məxsusudur. Butxanə olmaz, burada bir şey də olacaqdır. Amma butxanə kimi görsənir. Bədxanəyə müttəsil türbe-i məxsusədə münfəridən dəfini xaç paçi rəhmət olur. Xacə alişan Xacə alişan Nəqşibəndiyədən Seyyid Məhəmmədi Əmin Ağah Əfəndi Həzrətləri با شجری جناب غوث اعظم ربانی سلطان عبدالقادر جیلانی قدس سره السمدانی həzrətləri sülalə-i sindəndir. Sülalə-i Xahirə olacaq ya Qahirədən. Tamam, bu
və məhrum Göygülün əşrəf xanədanındəndir. Əşraf xanədanındəndir. Seyyid İsmail Əfəndinin Nəcilidir. 1131 sal miyanın işğalində bilhəmə və Suud qədəm nəhadə. Billahi və Suud qədəm nəhadə aləm şuhud olub, bir vəci kəvali iktisabi ulumğaliyyəyə iştiğal ilə əxzi icazət və fəhdi xəttu inşai xüsusən rəsmi bihəd divanıdə ihraz məharət edən ilm əkrəmləri sədarəti. Tamam, buradan geçək. Bu kitab həm kiçikdir, həm də zahirən bir nəfərin şəxsiyyətidir. Önəmli bir şeydir, kitabdır. Yəni, bunun önəmliliyindən geçmirəm, amma xəttini oxuya bilmədim. Yəni, zora düşdüm. Dedim, bu kitabı oxumağa bir 30 səhifə oxumalıdır. Kitabın hamısı 4 səhifə olduğu üçün bunu geçək. İkinci kitabımızı açaq, görək ki, o nədir? Bu kitab 44 səhifə, yəni 88 səhifəlik bir kitab olacaqdır. Nikahi məqud. Görək ki, bu nə deməkdir? Bunun kitabı biraz kiçiklədək ki, səhifəyə yerləşsin. Görək ki, kitabın boyu çox uzundur. Kitabın boyu çox uzundur. Eni çox azdır. Amma əndazə eləməyiblər. Yəni, ölçməyiblər. Görək, nə eni boyu nə qədərdir. Amma bu ki, çox uzundur, eni də azdır, onu görürük. Hər səfədə bir səfəsinin, PDF-in hər səfəsində bir səfəsinin əksini qoyublar. Amma belə görünür ki, bu kitabın əksin səfələri ayrı-ayrıdır. Yəni, cırılıblar, ayrı-ayrı olublar, belə görünür. Qoyublar bir ayrı səfhənin üstünə, ondan təzəşdən əks salıblar. Məsələn, burada görürük, beyl aynıdır. Tamam səhifələr belə görünür. ehtimalən bu səfə-səfə cırılıbdır. Calibdir ki, Bismillah və billah və əla sünnəti Rəsulullah 4-cü səfə. Aha, birinci bəxsi, bunlar səfələri də bəlli deyil ki, düzdür ya qələtdir. İndi burada kitabın əvvəlində görürük ki, biraz əlifbanı təmrin edib. Nikahi məqud vəl cəmaəti məşhud. Belə deyə bir şey var burada. Bir 3-4 sətir şey eləyəndən sonra Bismillahirrahmanirrahim ilə başlayır təzəşdən. Ondan sonra da bir 3-cü səhifədə ya 4-cü səhifədə qutarır və taza bir qonuya geçir. Yəni burada 4-cü səhifədə taza bir qonuya geçir. Burada da yenə biz la ilahe illallah ya bir də ədədlər görürük ki, ehtimalən bilmirəm nələrdir. Yenə də ortada yenə bir bismillah vardı. Burada kitab əslən kamilən səfə yarıda cırılıbdır. Bunu yoxdur. O birisi səfədə yenə əvvəli cırılıbdır, yoxdur. Əcəba bunlar bir səfədilər, yox, bir səfə dəyirlər. İstədim yəni ki, bunlar bir-birinin davamıdır. Gördüm ki, yox, davamı dəyir. Ortası düşdüyü üçün elə o üst səfədən də yarımçılıq, üst səfənin aşağısı yarımçılıq, aşağı səfənin də üstü yarımçılıq. Beləsi, yenə də burada Bismillahla görürük ki, hər yerdə Bismillah çoxdur. Bunlar dua olacaqlar, ehtimalən duadırlar. Çünki bunun içində Bismillah çox görünür. Xətt də çox, mənim xəttimə çox yaxındır. Yəni, bunu oxumaq rahat olar, illa ki, şey olsun. Çünki xətt mixi kimi, elə bir ki, mıxla torpaq üstündə yazı yazıblar. Çox zorla, fişar, qələm. Onlar ki, bu cür yazırlar, mənə tay qələmi çox fişar verirlər. Həm əllərinə, həm kağızın üstünə. 1028-ci sənədə burada tarix qoyubdur. 12-ci səhifədə 1028-i görürük tarix olaraq səni filan.
ehtimalən bu, ehtimalən, yəni kitaba baxmamışam, nəzərə belə gəlir ki, bu kitab ola bilər, yenə də burada kitab cırılıbdır, bir ayrısına geçir, yəni səhvədən bir zərrə qalıbdır, o birisi səhvədən də bircə zərrə qalıbdır. Ola bilər, istəyirdim deyəm ki, ola bilər bu bəzi ər-arvadlar ki, evləniblər, burada yazılmış ola, onun kitabçası ola, amma buna da bir şeyi yoxdur. Yenə də burada tarix və şey görürük, Bismillah görürük. Yenə bir səhvə qoyublar ki, kitab cırılıbdır içində. Məsələn, kitab deyək ki, 20 sant boyu olsa, 2 sant yarımlıq səhvədən aşağıdan bir zərrə qalır. Sonra xətt değişir yenə, xətt yenə değişir. Bəzi yerdə su tökülübdür, silinibdir. Və burada da çoxlu haşiyə modeli yazıbdır. Qədim mollalar haşiyə yazardılar. O modeldə bir şeylər yazıbdır. Yenə də Bismillahlar və təmmət. Burada da tarix qoymayıbdır. Əlbəttə təmmət yazıb, amma tarix qoymayıbdır. Sonra yenə o birisi Bismillahdan öncə ya sonra yazıbdır 1023. Bu da bir tarixdir, burada görürük. Burada bir tarix keçdi elə bir. Yox, keçmədi. Üst-üstə biz bu kitabın, bu kitablar bizə göstərir ki, səneyi 1205. Burada da yəni şeylə yazıbdır, ədəd ilə yazmayıbdır. Bəlkə əlifba ilə ili yazıbdır, mən də onu oxudum. Genə səhvə kitab cırılıbdır. Dedim ki, bu kitab səhvə-səhvədir. Ehtimalən bir-birlərinə səhvələrin də o qədər ilgisi yoxdur. Çünki kamilən cırılıbdır. Səhvələr bir-birindən ayrı səhvədirlər. Heç birisi mümkün o birisinə ilgisi olmuyor. Bu kitablar sadəcə sosioloji elmində geçəcəyi istəyək, tanıyaq ola bilər. Məsələn, indi gəldik birinci səhvəyə. Bəllidir ki, bu kitabın əvvəli yoxdur. Əlbəttə, bir dənə ədəd 2 görürük üstə. Əcəba, bu səhvənin o birisi üzüdür, bu birisi üzüdür, bir ayrımcı səhvədir, onu bilmirik. İçində dəcüldür və altında və üstünə dəcüldür. Bir şeydən dəcüldür. Kəmali sifətləri ilə müttəsifdir. Fəqət an sifətlərindən pakə münezzəhdür. Kəmal-i sifətlərinin əsli 8'dür. İlm, həyat, qudrət, səm'i, bəsər, iradət, kəlami, təkvin, bəl istərsən. Burada Allaha görə əvvəldə bir şeylər yazır ki, Allahın sifətləri neçə danadır? Sifətləri əsli 8'dir. Elmdir, həyat yaşam, yəni qudrətdir, səm eşitməkdir, bəsər görməkdir, iradət iradə eləməkdir, kəlam danışmaqdır, söz yaratmaqdır, təkvin də nə mənədir? Zaman içində təkamül. Belə bir şey deyir, amma Allaha təkvin demək ola bilər, yox, burada mən şəkkə düşdüm. Bəl istərsən, əgər istərsən səadət misli manəndi yoxdur. Bəl istərsən səadət misli manəndi yoxdur. Səadət istərsən, yəni əgər səadət istərsən bilginən ki, misli manəndi yoxdur. Əzəldən böyleydi, hali hala yenə böylədir. Böylədir, əydi yenə böylədir. Zat-ı şərifi təbəddül və təğyir almadığı əsma-i şərifindən birisinə adləz və nə əskiz ibadət ilayaq.
Beləsi bir şeydir gördüyünüz kimi, çox biraz xətt də şey deyil, amma köhnə kitabdır, çox fəqət tarixləri də ərz elədiyim kimi bu da bir kitabdır, din haqqındadır. Sonra da nə cür gedir izdivaca xətm olur, orada qaldı. Görək burada 1-2 səhifə gəldim aşağıya. Görüm neçə səhifə gəldim aşağıya. 4-cü səhifədəyəm əslində. Nahiyə deyərlər. 5 vaxt namazı gərək gibi qılma əməl dilər. Qılmamaq günahıdır. İnkar etmək küfrüdür. Cümleyi müdai nədir bu? Müdai buna qiyas eylə Kitabullah, hədis, Rasulullah, icma, ümmət qiyası məə mütəmidin zina etməklə hərafə deyə xəbər verdilər. Belə həranə deyə, nədir bunu oxuya bilmirəm. Yəni, bunlar bir şeydir ki, türk dilinin o zamanda gəlişməsinə bağlıdır. Bir də ərəbcədən hangi kəlmələri alıb işlədir, onlara bağlıdır. Və təxəssüsü olduğuna görə burada. Bu xəbər ki, kəndin şəriəti dərlər üzərinədir. Məyadin dərlər. Mən, məsələn, bunlar nə deməkdir məyadin bilmirəm. Üzərinə duranlardan ərilməyə millət dərlər. Bu nə mənə oldu? Üzərinə duranlardan ayrılmaya millət dərlər. Bu xəbər razi, burada bir kəlmə var, su düşüb üstünə bəlli deyil oxuma, İslam dərlər. Bu xəbər ki, üzərinə duranlar cəmaətinə fərağaza, burada da yenə bir kəlmə işlədibdir. Bunlar təxəssüsü olduğu üçün baş tapmıram, çox da xülasə gedir. Hər halda gəlir, burada deyir ki, istəyirəm bu təmmətinə yetişək, görək ki, bu icmali biləsin, təfzilinə səy etsin, inşallah cəhənnəmdən xəlas bulub cənnətə vasil olə. Təmmətil kitab, burada tarix qüvvə unullahil məlikil vəhhab. Yenə də bu birisi səhifə dediyim kimi, bu kitabların hər səhifəsi, bu kitabın hər səhifəsi o bir səhifəsinin ilgisi yoxdur, çünki cırılıb aradan gedibdir. Aşıqı əmmi şəvəd, nəbadi nəmənə, aşıqı Ömər şəvəd. Şo, dünyada ətri cigər, tamam, oxuya bilmirəm. Çünki cigəri nasi, cigər nilə, yəm dünya malın, ocəbin arşın, bizzətən tənnüm tənə gəldi, sili, oxuya bilmirəm. Baş tapmıram, yəni oxuya bilirəm, nəinki oxuya bilmirəm, oxuya bilirəm, amma baş tapmıram nə deyir. Yəni anlamadığım üçün bunu oxumağın mənası yoxdur. Burada da bir zahirən tilism yazıb, belə nəzərə gələn. Bismillahirrahmanirrahim. Xeyri niyyət ilə gərəkdir xanə-i marun cəsədi bu yandı qanə əcib tamam. Bu kitabı oxuya bilmirəm, çox da baş tapmadığım üçün bunu da qoyaq qırağa. Pəs bu da ikinci kitab oldu ki, bu günləri oxuya bilmədik. Sirri Furqana gedək. İnşallah bu kitabı oxuya bilərik. Bu kitabda yenə də 16 səhifədir, çox deyil. Bunun da bir əvvəl şeyinə baxaq, görək ki, inşallah oxuya bilərik. Bu da Süleymaniyyə kitabxanasında saxlanır. Adı Sirri Furqan, Təfsiri Sirri Quran. Cildi əvvəl, müəllifi Müsri Gəridi, belə bir adı var, 1212-də yazılıbdır. Suri bəndi zat-ı
Paçi Xuda. Suriye. Bir tane de burada bir şey yazıbdı. Suhəti Şeydai Kəda 1229 Tacaşdan. Bu üstdəki 1213 ya 12 və aşağıdakı 1229 bunlar nə deyə bilmirəm. PDF-də görsədir ki, bu 8 səhifədir, amma 16 səhifəlik bir şey olacaqdır. Birinci səhifəsi təkdir, PDF-in ikinci səhifəsində kitabın özündən qoyublar. Belə nəzərə gəlir ki, bu kitabı 2 dənə ehtimal verirəm. Bu kitab çox da qədimi bir kitab deyil. Birincisi budur. Çünki burada o şey ki, mədrəsədə uşaqlar dərs oxuyurlar, dəftər, məşq dəftəri deyirlər. O məşq dəftəri, məşq təmrin deməkdir. Fars, ərəbcə təmrindir, türkcədə məşqdir. Məşq dəftəri, yəni təmrin dəftəri ki, üstündə abı xəttlər var. Burada o cür xəttlər görsənir, amma abı görsənmir. Onun üçün, əgər taza dəftər olsa, bu keçən 200 ildə yazılıbdır, 250 ildə yazılıbdır. Əgər yox, o yadımıza gəlir ki, Osmanlı dövründə bəzi kitabları nazik xətt çəkirdilər, buna ki, düz xəttlə yazılsın. O düz xəttdə çox nazik, yəni görünə görünməyə, onlardan da ola bilər, amma İkinci tərəfdən bu cövhər ki, burada işlənibdir, bu cövhər də nə qərədir, nə qırmızıdır, nə abıdır. Ortada bir rəhdir, qırmızı ilə qərə qatışıbdır, bir rəh çıxıbdır, mənə belə gəlir əlbəttə. Qırmızı ilə qərənin ortasında bir rəhdir. Buna nə deyirlər? İlmək salanlar bilirlər, amma mən indi 30-40 ildir ki, ilmək salmamışam, yadımda deyil ki, bu rəngin adı nədir? Hər halda görürük ki, bu o cür bir kağızda yazılıbdır, çox nazik xətt çəkilibdir. Onun üçün mənə gəlir ki, bu da taza bir şey olacaqdır. Amma nəzərə gələn bu əlyazı qələm iləndir, yəni şey ilə də deyil. Yəni Midad Xudkar deyil, deyək ki, bunlarla yazılıbdır, onlarla deyil. Amma nəzərə gələn qələmdir. Yəni, ehtimalən o şey ki, xudnevis deyirlər farsca, o qələmlərdən olacaqdır. Kitabın axirinəcən gəldik, amma Paşanə Paşa 1229 deyə tarix qoyubdur burada. Kitabın sonunda. Bu amma təfsirdir. Hər halda bir təfsir Sərri Furqan ki 70-ci səhifəsi. 70 ya da 75-ci səhifə. Çünki indi burada 0-dir, bu ya 5-dir. Mən 5 görürəm. 75-ci səhifəsi. Ehtimalən o bir dənə bu Sirri Furqan deyə bir təfsir başlayıbdır. Mən də bunun bir qismətini indirmişəm, qalanını indirməmişəm. Bu 75-ci səhifəsidir ki, biz görürük. İstidrad nə deməkdir? Bunu istirc eləsin. Tarixi təlifin bir müqəddəm və ya Bəkirdə idim. Diyarbəkirdə idim. Tarixi təlifindən bir müqəddəm Diyarbəkirdə idim. Bir cümə günü Arif bəldə üzərə, adəti bəldə üzərə, bəldə yəni o şəhərdə adət belədir. Adəti bəldə üzərə mötəbər an məmləkətdən bir çox kimsələr ziyarət üçün nəzdi acizimə gəlmişlər idi. O, həvalecə ulumi dini və ədəbiyyat-ı ərəbiyyə yədi tula sahibi olmaqlə
şehri müştehər bulunan kəldani serap kapısı Abdi Yesu Efendi ifade ehtimalen olsun ya da efefde Yesu ehtimalen bu bir tane addır da mən oxuya bilməm. Abdi Yesu Efefde o hücciyet aramda bulunuyordu. Zari misafirleri Zavvari ehtimalen olur. Zavvari misafirleri bulunan Mosul ve Vali Mehmet Reşid Paşa'ya takdim ettiğim sırada Abdi Yesu Afaf içinde Edebiyat Arabiye'de yani Tula sahibi bir zatıdır dedim. Aha, indi burada diqqət buyurun. Mən burada bu bir addır. Yesu Afaf'da. Afaf. Bu ehtimalən bir xarici, casus ola bilər. Yəni biz bunu görək ki, adam gəlib deyir ki, üstə də tozif verdi. Ədəbiyyat, ulum diniyə və ədəbiyyat ərəbiyyədə yəni Tula sahibi olmaqla müştəhər bulunan Kəldani Serapagüs bu da adıymış bəs. Serap Qupsi Abdi Yesu indi bu Serap Qapısı nə mənə deməkdir, onu da bilmirəm. Kəldani Serap Qapısı Abdi Yesu Afaf ya Afqa da o cəmiyyət arasında bulunuyordu. Zavvari misafirlerin bulunan Mosul valisi Mehmet Reşid Paşa'ya takdim ettiğim sırada Abdi Yesu Afaf içinde Edebiyat Arabi'de yani Tula sahibi bir zatıdır dedim. Bu münasibətle bir diqqət Ərəbiyyə bəhsi açıla və bir diqqət oxunur, amma ola bilər ayrı bir şey olsun. Ərəbiyyə bəhsi açıla və rumuzi açıldır və rumuzi üzavi burası görsənmir, yəni bura gedibdir təəssüflə və nəhayət oxuram əlbəttə nəhayəti lisan bəhsi qovmiyyət intiqal edərək vaxt ilə bivəxt o az nə mənədir orada az kiyaməndin bura yenə də görsənmir ilə beynimizdə cəryan etmiş ehtimalən olacaqdır, etmiş əvvəla bir mübahisəyi hikayə eylədim. Şöyle ki, ben bilgerçi kendi üzmayı qovmiyle iftihar eder. Bilger gibi, bahir gibi, ne nədir? Ben bahir gibi kendi üzmayı qovmiyle iftihar eder. Müdeyi enbayi Arab'dan sünüz ba imdi ya da imdi mezen sorulsa sizden ihtimalen size sorulsa ki keren istila
ya da gün də ola bilər. Günü istila, günü hikmət və bəlağət və etila cəhəti ilə ən böyük, ən məşhur adamlarınız kimdir? Nə cavab verərsiniz? Dedikdə Beyrutli İsəvi bəla tərdüd Həzrəti Muhammed sallallahu aleyhi və səlləm, gör adam şeydir ha, Kuşə Məkki Məhbuz cavabı Kuşə Şəmək məcburuz. Aha, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm düşərməyə məcburuz cavabını verdi. Əbdi Yəsuq Əfəndi bu babidə mən nə deyirsiniz dedim. Bu babidə siz nə deyirsiniz dedim. Əbdi Yəsuq Əfəndi, burada bir kəlmə yazılıbdır, xət yazılıbdır, yəni bəlli deyil nədir. Ot istila cəhəti ilə ərəbün ən böyük, ən məşhur adamı Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdir. Bu babidə Beyrutlu Əfəndiyi qəsdimə edərəm, təsdiq edərəm. Amma Həzrəti Muhammedin sallallahu aleyhi və səlləm əfsəhi ərəb olduğunu təslim etməm. Zira ona dəlalət edəcək bir əsər yoxdur. Qur'an burada bir bəhs gedir də, zahirən bir dənə Məsihidir, bir dənə də müsəlmandır, gediblər bir şeyin yanına, bəhs edirlər Həzrət Muhammedin, gəlib ciddi bir söz düşür. Deyir ki, amma Həzrəti Muhammed sallallahu aleyhi və səlləm əfsəh ərəb olduğu təslim etməm. Zira ona dəlalət edəcək bir əsəri yoxdur. Qur'ani 2 metrə cəla olursanız, nə mənə demək olar bu? Qur'ani göstərəcək olursanız, siz Qur'anın kəlamı dəcildür. Həzrət Muhammedin deyirsiniz, binaən əleyhi Qur'anın təbəqi ulyai fəsahət və bəlağətdə bulunməsi Həzrəti Muhammedin aleyhisselam əfsəhi ərəb olduğuna dəlil olamaz. Vaqiən Həzrəti Muhammed aleyhisselam ərəbün cüzidi füsəhasındəndir, bulagasındəndir idi. Fəqət onun gibi başqa füsəhai bulağa da var idi. Az cümlə əldə bulunan bir çox asari dəlalət edər. Anın Həzrəti Əli Həzrəti Əli də rəziyullah anh fəsih, bəliğ bir zat idi. Şüəra-i cahiliyyədən Əmrül Qeys xütəbay ərəbdən Qeys ibn Saidənin şöhrətləri məlumdur. Hətta Qeys ibn Saidənin Muid-i Əkazidə dəvə üzərində irad etdici xutbə məşhureyi Həzrəti Muhammed aleyhisselam dahi müəxxərən istihsan buyurmuşlar idi, dedi. Bu kitab soralar yazılıbdır. Çox sonra. Çünki burada neçə şeydən istifadə edilir. 1.
Əlbəttə tarixində də baxarıq indi tarixim fikrim yazmışdı bir yerdə. Mən bu 3-cü səhifədə yox, 1-ci səhifədə elə bir yox, tarix burada yoxdur, amma baxaram, bunun tarixi olmalıdır. Bu neçə dəlilə bu kitab tazadır, çox da qədimi deyil. Bir budur ki, nöqtədən istifadə edir. Hər cümlənin sonunda bir nöqtə qoyur. İkinci bu ki, nəqli qol. 2 dənə xətti belə çəkirik sözün əvvəlində, axərində. Ona nəqli qol deyirlər. Nəqli qollardan istifadə edir. Üçüncü bu ki, bir dənə də var idi. Double nöqtə, 2 nöqtə ki, qoft anlamında farsça dedi. Dedidən sonra 2 dənə nöqtə qoyulur ki, yəni buradan bu üzəki sözü o deyibdir. Bunlardan istifadə edilir. Bu yazı əlamətləri taza deyil, tazadırlar, əski deyillər. Onun üçün bu kitab tazadır. Yəni çox da qədimi bir şey deyil. Dediyim kimi bu kitablarda gördüyümüzə tay, yəni burada gördüyümüzə tay Məsihiyyət dünyası, casuslar dünyası gəliblər müsəlmanların içində. Görürsünüz ki, burada da bir dənə ciddi bəhs aparır. Mən demirəm bu bəhs doğrudur, doğru deyil, düzdür, düz deyil. Əslən bunu doğru düzlüyü ilə danışmıram. İstəyirəm deyəm ki, gəliblər müsəlmanların içinə giriblər və bu bəhsləri aparırlar. Dini bəhslər aparırlar, ədəbi bəhslər aparırlar, siyasi bəhslər aparırlar və casusluq bəhslərində insanları tapırlar və onları bir-bir əslində alırlar. Bu kitab məncə bu son zamanlarda yazılıbdır. Bir də ki, baxsaz sorularına, yəni kitabı görənlər, onlar üçün də YouTube-dan canlı baxa bilsələr ya sorular baxa bilsələr, görərlər ki, burada məsələn əleyhissalam kəndi münfəridən vücudə gətirmişdir. Məsələn, B, eyn, B, burada, yəni, məsələn, deyək ki, bu bir nəfərin adının əvvəlidir B, o danışır. İkincisi, məsələn, Əli deyək, o danışır. Yenə B cavab verir, eyn ona cavab verir. Burada bu model yazılaşmaq ruznamə-niqari yazılaşmaqdır. Ruznamələrdə və bəzi kitablarda, romanlarda da istifadə olunur. Ona görə bu taza bir kitabdır. Amma hər halda 1229-cu ildə bu görsənir. Əgər bu 1229-cu ildə yazılmışsa, Sirri Furqan deyək buna. Ad, Sirri Furqan, mövzu təfsirdir. Amma nə cür bir təfsirdir, orası mühümdür. Çünki gördünüz, təfsirin içində bir Məsihi Həzrəti Məhəmmədi soru altına apardı. Mən demirəm düz deyil ha, elmi cəhətdən düzdür bu. Amma beləsi olur da. Yazı tarixi daha vaxtı 1229-dur. Bu olar, indi burada gəlsək, hesablasaq ki, indi 1447-ci ildir, yox, bundan çıxsaq 1229-u. Bu kitab 218 il bundan qabaq yazılıbdır. Tamam. Bu da məmulən bu kitabları oxumuruq, bunu da oxumuruq. Bundan belə bu getsin işinin dalısıca. Gedək bir ayrı kitab açaq. Bunu da yazaq təfsir və Məsihilərin nüfuzu çağına aid bir kitabça. Tamam. Bunu da yazdıq bura, şey olsun. Divani Übeydullah xan Səmərqəndi. Bu kitab dediyim kimi, yəni mən yenə bunun üstündə danışıram. Kitablar ki, keçən 250 ildə yazılıblar. Hətta əl yazı da olsa, onlarda şəkk ilə baxmalıyıq. Çünki onları ya düşmən yazıb, ya düşmənin casusları yazıbdır, molla olsun,
ustad danışgah olsun, düşünür olsun, filsuf olsun, hər nə olur olsun, onlar yazıblar. Ya da onlara vurğun olan, vurğun yəni aşiqdir onlara vurğundur. Onların düşüncələrin, onların anlayışların, onların ərzişlərin, onların şeylərin üstün bilir özümüzünkindən. Bu cür bir adamlar yazıblar. Bunlar da bizim dərdimizə dəyməz. Bugünkü kitab, əsli kitab ki, bu gün gəlirik, onun üstündə danışaq. Divan-ı Übeydullah Xan-ı Səmərqəndi bir kitabdır deyə yazılıbdır. Zahirən burada yazılıb ki, 959 qəməridə 160 səhifədə yazılıbdır. 900 indi bunu yenə də şey eləməliyik. 1447-ci ildir. Yox, əgər bundan çıxsaq 959 çıxsaq, bu kitab 488 il öncə yazılmış bir divandır. Səmərqəndidən bəllidir ki, bu adam Səmərqəndilidir. Səmərqənd indi harda olur, onu da bir soruşaq. Səmərqənd. İranlılar bunu fars deyəcəklər da. Səmərqənd Orta Asiyada bugünkü Üzbəkistan hududları içində yerləşir. Tarix boyunca elm, təsəvvüf, sənət, ticarət mərkəzi olmuş çox qədim bir şəhərdir. Tarixi əski zamanlarda Söğd mədəniyyətinin mühüm mərkəzi idi. 617-ci ildən 1220-ci il müddətdə Çəngizxan tərəfindən fəth edildi. Üzr istəyirəm, 617-ci ildə, yəni 1220 miladidə Çəngizxan tərəfindən fəth edildi. 771-ci ildə Əmir Teymur paytaxt, oranı Əmir Teymur paytaxt edib şəhrə çox əzəmət qazandırdı. Teymurilər dövrəsi Əmir Teymur və nəslinin zamanında Səmərqənd elm və hünər mərkəzi oldu. Əliğbeyk 769 ta 853-də yaşayan bir şəxsidir. Burada məşhur rəsədxanəsini qurdu. Riyazi və Nucumda çox illəri gətirdilər. İlər yəni o riyazidə və Nucumda yaxşı olanları gücürlər. Mühüm məkanlar. Ricistan, məşhur meydan və mədrəsələr məcmuəsi, Şahizəndə ya Şahizində məqbərələr məcmuəsi, Bibixanım məscidi, Teymuri dövrəsindən əzim cami. Elmi irfan. Tamam, bunlar bu haqda Səmərqənd haqqında bildik ki, indiki Üzbəkistanda dedi, yer tapır. İndiki Üzbəkistanda. Kitabın əvvəlcə bir baxaq kitabın vəziyyətinə. Kitabın cildinin görürük. Ortaç görürsü bu Şirazədir. Cildin bir tərəfində Osmanlı dövründə çox yaygın olan su üzündə çəkilən nəqqaşidir ki, sonra kağız üzünə keçirilir. Onunla görürük ki, bu cildin bir tərəfinə cild tutublar. Kağızın içinə gedirik. Burada nöqtəsiz ehtimalən kimindir bu kitab ya da ki, kim vəqf edib o haqda bir qonu görürük. Riza Paşa kitabxanasında saxlanılır. Bu Riza Paşa kitabxanası hardadır, onu mən bilmirəm. Türkiyə Cumhuriyyətinin möhrün görürük burada. ehtimalən buradan da bəli. Divan-ı Əbdi. Burada da Əbdi deyə Übeydi. Üzr istəyirəm. Divan-ı Übeydi deyə. Burada yerində bir dənə möhür görürük. Qeydəndə bu 2-3 möhrə bir baxarıq. Şeir başlanır. Bəllidir ki, bu kitab, indi buna diqqət eləməliyik, bu kitab fotokopu deyilir. Çünki kitabın ortasında görürük ki, bir səhifə kimi bir şey əksi düşüb bura. Qalanı ağdır məsələn, amma bu şeir yazılan yer ki, məsələn, bir kağızda yazılıbdır, qərədir. Arxası da qərədir. Bu iki dənə anlamı ola bilər. Bir bu kitab bunun ortasında yazılıbdır. Yəni bu kitab belə kitab budur. Şeir də orada yazılıbdır. Müntəha bu şeiri yazmaqdan öncə ya yazmaqdan öncə olmuş olacaqdır. Çünki indi deyəcəyəm deyə. Bunun bir kadr düzəldiblər. Yəni bir dənə deyək ki,
bir kağızı, bir müqəvvanı kəsiblər, bir standart əndazədə. Eni bəlli, boyu bəlli. Qoyublar səfənin istədikləri yerə, onun için midadın ucun ki, biz qəddərik, əzərik, onu pambığı basıblar, onunla beləsi bura sürtüb, bura vurublar. Buranın arxasını əvvəl onunla boyayıblar. Sonra onun üstündən qələmlə yazıblar. Elə onun içində. Yəni bunun ona görə bu sətrin əvvəli hardan başlanacaq, harda qutaracaqdır, o da bəlli olur. Niyə bu sonra olmayıbdır, sonra rəh çalmayıblar? Onda illəti budur ki, bu əgər rəngi sonra çalsaydılar, bu qərə yazı ilə ki, yazı yazıblar, onların da üstünə bu düşərdi. Amma bu düşmədiyi üçün bəllidir ki, bunu öncə yazıblar. Ya da ki, bu kitab bir ayrı kiçik kitabda yazılmışmış, götürüblər, fotokopi eləyiblər bu əsli kitabın üstünə. Mənə fotokopu gəlmədi. Mənə o birinci şey düz gəldi. Fərziyyə. Tamamən də o cürdür. Məsələn, bu Divan-ı Übeydullah xan ya rəhmətullah əleyh hər şeirin başında bir abı rənginə, açıq abı ilə desaq, abı rənginə bir yazı yazıb. Hətta onun da üstündə o qərə olmadığı üçün ki, mən bunu deyirəm ki, bu şeirlər sonra yazılıbdır. Əl yazmadır. Çox da bilmirəm bu xət nədir. Bunu əlbəttə qoysaq PDF-ə deyər ki, hangi xətti ilə yazılıbdır, nəstəlikdir, şikəstədir, nədir, onları mən bilmirəm. Rəhmətullah əleyh yenə də bunlar görürük ki, beləsi davam edir. Kitab Nəvvərəllah mərqədəhu Nəvvərəllah rəhmətullah elə hamısında beləsi bunlarla gedir. Yəni şeirin açdı. Aha, bu kitab bizə yenə mənim o fərziyyəm ki vardı, onu eləyir, təkmil edir. Bu rənglə ki, indi məsələn burada çevrildi Nəvvərəllah mərqədəhu, qızılı yazdı. Yəni qızıl rəngi ilə, sarı rəngə, biraz təlayi rəngi ilə farsda deyirlər, yazdı. Abi rəngi ilə, təlayi rəngi ilə. Bu bunu göstərir ki, şeirlərə, şair özü şeirləri yazanda bunlara başlıq qoymur. Bunu sonra nüsxəçilər yazanda buna başlıq qoyurlar ki, burada rənglə onları ayırır bir-birindən ki, bu şeirinlə, bu şeirin arasında bir dənə rəhmətullah deməklə ya Nəvvərəllah mərqədəhu yazmaqla bunu göstərir ki, bu iki şeir bir-birindən ayrıdır. Dedik ki, bəzi nüsxəçilər buna görə ki, onu göstərdilər, o ortadakı yazını ayrı dildə, məsələn, fars dilində yazırlar, ayrı rənglə də yazırlar ki, bir də farsda yazmaqla göstərirlər ki, bu onların sözüdür, yazarın, şairin sözü deyil və dilin də ayrı yazmaqla onun üstünə təkid edirlər. Bu vəziyyətdə görürük, eyni vəziyyətdə davam edir kitab, heç bir fərqi yoxdur. Xətt də aynıdır. Burada bir dənə də Sultan Hüseyn gördüm. Əgər gələ bilsək buna baxarıq, görürük ki, bu Sultan Hüseyn əgər görsək bir də onu. Amma şeir zahirən bugünkü formatda yazılıb. Buna da diqqət eləməliyik. Yəni, bu şeir ki, burada yazılıb əl yazmadır, əskilərdə belə yazılmırdı. Əskilərdə şeirlər əgər kitabın enində yazsaydılar, məsələn, iki misrəyi bir-birinin dibində yazırdılar, alt-alta beləsi gəlirdi. Ya da ki, əgər bir mətndə yazsaydılar, mümkündür 3 misrəyi bir sətridə yazıydılar. Və şeirin axiri yarımçılıq qalanda sətrdə davamını gətirdilər, sətrin əvvəlindən geri davam verirdilər. İndi isə, yəni bu son zamanlarda şeirləri yazanda misrəyi üstə yazır, getir ikinci misrəyi aşağılıq, biraz buyurduqda yazır. Yəni, bu cürsü tutur. Yəni, birinci misrə beləsi, ikinci misrə buradan başlayır, beləsi gəlir. Deyək ki, birinci misrə buradan başlayıb səfərin əvvəlindən başlayıb, gəlib də ortasına can. İkinci ortadan da yox, bunun altından başlayır, gəlir bundan biraz qabağa geçir. Beləsi, bu şeir yazmaq da tazadır. Bu kitab, bu
əlyazma, bu nüsxə o əsli kitabın yeni nüsxələrindən olacaq ki, əl ilə yazılıbdır. Dediyim kimi də bunu ehtimalən qabın çərçivəsini o cür standart ediblər ki, da buna çərçivə çəkməsinlər. Kitabı sürətlə üstədə görürəm ki, vərəq də vurublar 64, 65, 67, 68, 69, 70 səfələrə də nömrə vurublar. Burada da dəyişdi. Burada da indi haradan bunu dəyişdi, heç baxmadım. Məsələn, buradan deyək ki, müxəmməs deyə bir bölümə gəlir. PDF-də 70-ci səhifə görsənir. Bu 70-ci səhifənin ortasından bugünkü formatda şeiri yenə yazır. Yəni, üzr istəyirəm, bugünkü formatda yox. Əsli formatda, yəni hər sətirdə 2 misrəyi qoyur, altında yazır. Müxəmməs olduğunu, 5 misrə olduğuna görə də 5-ci misrədə gəlir, ortada yazılır. Sonra tərcih bəndidir ki, yenə dediyim vəziyyətdə gəlir. Tərcih zahirən hər bir neçə beytidən sonra bir beyti, yəni 2 misrəyi təkrar edir, zahirən. Ya da ki, bəli, təkrar edir. Və ləhu kitabın gəlir sonuna. Görək, bu sonunda bir tarix özü yazıbdır ya yox. Bu tarixinə baxın. Təmmət Əd-Divan Əl-Übeydullah Xan Səmərqəndi Be'unullah və hüsnü tövfiqihi fi tarixi. Bu tarix çox önəmli olduğu üçün bunu oxuyaq. Əvaxiri Mühərrəmil Hərami 959 Katib Əl-Əbd Müzəffəri Şirvani. Pəs katib kimdir? Bu kitab çox önəmli olduğu üçün bunu yazaq. Divani Übeydullah Xan Səmərqəndi. Ad Divani Übeydullah Xani Səmərqəndi. Tarixi nüsxə. Dedik ki, bu nüsxədir. Yazaq tarixi nüsxə. Əvaxiri Mühərrəmül Hərami səneyi 959. Zahirən əgər katib, nüsxəçi katib Əl-Əbd Müzəffər Şirvani. Tamam. Bu nüsxə yazan. İndi burada bir dənə məsələ var. Əcəba bu tarix ki, burada qoyubdur, bu nüsxəçinindir. Çünki bu Təmmət Əl-Divanı Əbeydullah Xani Səmərqəndi divana rəbti yoxdur. O şair özü bunu yazmayıbdır ki, qutardı. Çünki şair ölür da, yəni şeiri demir ki, mən bu günləri qutardı, divanım da ölürəm məsələn. Şair ən sonuna qədər qalır, dalı qalır ki, hər vaxt eşqi çəkdi, ruhu çəkdi, ilham aldı bir şeiri yaza, onda da onu əlavə edir. Onun üçün o tarix qoymur ki, qutardı. Bəli, bu nüsxə ki yazır, bu söz ki gəlir, Təmmətü Divan Übeydullah Xan ya hər nə mənə adından gəlir, bunu nüsxəçilər yazırlar ki, qutardı divan. Onun üçün də bu tarix ki, burada qoyubdur, 599, divanın yazan, yəni Übeydullah Xani Səmərqəndi yazdığı divanın tarixi deyil, nüsxəçi yazdığı tarixdir. Yəni, bu kitab daha bundan öncə yazılmış olar. İndi bunu da hesablasaq, desək ki, onlar neçə il öncə, 458 il öncə bu kitab yazılmış olacaqdır. Yəni, nüsxə. Deyək ki, nüsxənin tarixi üstə yazmışdıq onu. Yazaq ki, 488 il öncə bu kitab
nüsxələnibdir. Yəni kitabın özünün tarixi bundan da dahi əskiyə gedə bilər. Biz bunu görək ki, bu əcəba bunu bizə Google-dən köməkli qalaq. Çünki Google məmulən yaxşı ittilaat verir ta ki deməli deyək ki, Übeydullah Xani Səmərqəndi divanı haqda bilgi verərmisin? Görək ki, bu haqda bizə burada verməyəcəyik ki, bu nə oldu, niyə beləsi oldu? Gedəcəyik bunu buradan açacaqdıq, Cimnaya qoyaq. Google-in özü ilə işimiz yoxdur. Bu burada məşğul olsun. Bunu tapbağa aynı sualı da şeydən soruşaq, Cimnaydan soruşaq, ChatGPT-dən. Görək ki, ChatGPT bu haqda hangi bilgini verir. Əlbəttə eləyə bilərik ki, o Çinlilərin də hardadır bu Çinlilərin belə idi bunun adı. Onların ki, bunu şey eləyək. Gedək burada Google-dən bunu download edeyim əslən. DeepSeek. DeepSeek bunun downloadu yoxdur, yəni. Tamam. Görək ki, bu üç dananın bir-birləri ilə də fərqin yenə də müqayisə elətdirək. Elə bu əvvəldə bu Çinlilərin DeepSeek dedikləri AI-ya bir baxaq, görək ki, o nə yazır. Deyir ki, Übeydullah Xani Səmərqəndi və ya Übeydullah Xani Üzbək 16-cı əsrin məşhur hökmdarı, sərdar və şairlərindən biri olmuşdur. Onun haqqında divani bilgilər aşağıdakı kimidir. Ənavin. Adı Übeydullah Xan. Doğum ili 1487-də doğulubdur. Ölüm ili 1539. Ləqəbi Şeybani Xan. Sülaləsi Şeybanilər. Üzbək xanlığı. Hökm illəri, yəni səltənət elədiyi orada 1534 ilə 39 arası. 1539 arası. Peşəsi hökmdar, sərdar, şair. Übeydullah Xan yalnız bir əskər və siyasətçi deyil, alim, şair və memar idi. Buxarada mövcud olan Mir Ərəb mədrəsəsi 1335-1336-da və Kalan məscidi 1514 onun dövründə tikilmiş əzim memarlıq əsərlərindəndir. Özü də şair olmuş və şeirində Übeydi təxəllüsündən istifadə etmişdir. Belə ki, onun adı türk dilli ədəbiyyatda adlım şairlər siyahısında geçilir. Əgər Übeydullah Xanın farsça və türkçə şeirlərindən toplanmış bir divan əsəri haqda soruşsazsa, belə bir divanın əlyazma nüsxələri dünyanın müxtəlif kitabxanalarında, məsələn, Türkiyə, Özbəkistan qorunur. Lakin soruşunuzda Səmərqəndi kəlməsi var. Bu, onun Səmərqənd ilə bağlı olduğuna işarədir. Übeydullah Xan hökmdarı olaraq Buxarada yaşayıb. Amma Səmərqəndə onun törədiyi və hökm sürdüyü böyük şəhərlərdən biridir. Pəs Buxarada yaşayıb deyir, o oradadır. Tamam. Bu burada qalsın. Gedək görək ki, bu şey nə yazdı? Cimnay. Cimnay deyir ki, Übeydullah Xan Səmərqəndi ya da bəzi qaynaqlarda Übeydi Səmərqəndi klasik ədəbiyyatımızın maraqlı və gözə çarpan simasıdır.
onun divanı həm dil özəllikləri, həm də şeiriyyat baxımından əhəmiyyət daşıyır. Bu divanda haqqında əsas bilgiləri belə ötələmək olar. 1. Divanın dili və ədəbi üslubu. Ubeyd yazıbdır. Ubeyd Səmərqəndinin divanı əsasən Çağatay türkcəsində, klassik Üzbək türkcəsi qələmə alınmayıb. Lakin o, klassik şərq ədəbiyyatının görkəmli örnəklərindən sayılır. Onun əsərlərində təsəvvüf və irfan şeirlərinin çoxu dərin sufiyana mənalar daşıyır. Dil sadəliyi. O dövrün bir çox şairinə nisbətən Səmərqəndinin dili daha axıcı və oxunaqlıdır. Bəşəriyyət və əxlaq. Şeirlərində insani dəyərlər, əxlaq və dünyanın fani olduğu mövzularına tez-tez rast gəlmək olur. Divanın içindəkilər. Səmərqəndi divanı klassik divan quruluşuna uyğun olaraq təşkil olunub. Qəzəllər. Şairin duyğu və düşüncə dünyası üzərə çıxan, özəlliklə ilahi eşq mövzusunda yazılan qəzəllər. Qəsidələr. Dini böyükləri və dövrün nüfuzlu şəxslərini və vəsf edən mənzumələrdən ibarətdir. Rübailər və qətələr. Hikmətli sözlərin və qıssa fəlsəfi düşüncələrin ifadəsi. Elmi və tarixi əhəmiyyəti. Bu divan özəlliklə türk dilinin tarixi inkişafını, kəlmələrin kökünü və söz varlığını araşdıran dilçilər üçün önəmli bir mənbədir. Səmərqəndi klassik şeir ənənəsini qoruya bilən və onu üzərinə məxsus bir tərz ilə təqdim edən sənətkarlardan biri sayılır. Qeyd. Əgər sizin müdafiə etdiyiniz müəyyən bir nüsxə və ya təlmih varsa, o haqda danışa bilərik. Tamam, bu şeyi verdi. Amma gedək görək bu ChatGPT nə deyir? Übeydillah Xan Səmərqəndi divanı haqda Übeydillah Xan Səmərqəndi təqribən 906-994-cü Şeybanilər sülaləsindən olub Buxara və Səmərqənd ətrafında hakimiyyət sürmüşdür. 906 ilə 946-da. Kitab neçədə dedi yazıb? 59-da. Bəs bu olmaz. Ya bu tarix qələtdir, bu tarix qələt deyil. Çünki bu tarix dedik ki, nüsxə yazanın tarixidir. Bəs bu kitab, bu nüsxə ki biz oxuruq, bu nüsxə bu kitabdan, deyək ki, bu 946-da Allahın rəhmətinə gedibdir Şeybani. Üzr istəyirəm, Übeydullah Xan Səmərqəndi. 906-da doğulub, 946, 40 il ömr eləyibdir. Deyək ki, bu adam səltənətində baxışır, hangi illər olubdur, o da mühümdür. Baxarıq indi. Bu kitab onun səltənət dövründə yazılır. Deyək ki, ömrünün axır 10 ilində yazılsa, yəni onlar bunun düşər, bir də ömrünün axırıncə bu kitabı yazıb da, deyək ki, yəni bu 40, elə ömrünün axırıncə yazılır ki, deyək ki, bu son elə 46-da bunun divanı qalıbdır da, yarımçılıqda ömrü olmayıb ki, davam eləyək. Qurtarmasını deyək 46-da olsa, 946-da bu kitabdan nüsxəni bundan 13 il sonra yazıblar. Bu nüsxə 13 il sonra yazılıbdır, o bəlli oldu indi. Şeybanilər sülaləsindən olub Buxara və Səmərqənd ətrafında hakimiyyət sürmüşdür. Həm siyasi şəxsiyyət, həm də şair olaraq tanınmışdır. Divanı, Übeydillah Xanın divanı Çağatay türki dilində yazılmış şeirlərdən ibarətdir. Bəzi şeirləri farscadır, lakin əsas lisanı türkidir. Mövzuları,
İlahi eşq və təsəvvüf, dünyanın faniliği, ədl və hikmətdarlıq məfhumi, nəsihət və hikmət, şeirlərdə Teymuri ədəbiyyatının təsiri və xüsusən Əmir Əli Şir Nəvai məktəbinin izləri görünür. Ədəbi xüsusiyyətləri: qəzəl, qəsidə və rübai şəkilləri, sadə amma mənalı bir türki, sufiyanə təbirlər və Qur'ani işarələr. Tarixi əhəmiyyəti: Şeybanilər dövrəsi Teymurilərdən sonra Orta Asiyada Türk-İslam mədəniyyətinin davam etməsi baxımından mühümdür. Übeydullah xanın divanı bu dövrənin fikri və ruhi halətini aydınlatan ədəbi mənbələrdən hesab olunur. Əgər istərsən də istəmirəm burada bu üzəsin. Tamam, bu adamın haqqında bilgi aldıq və bildik ki, kitab 13 il, 14 il bu adam öləndən sonra yazılıbdır. Onun üçün də çox zəhmət çəkilibdir. Allah həm bu böyük insana rəhmət eləsin, həm də bu yazanlara rəhmət eləsin. Eyninən, sad və feynən oxusaq, belə əsfər yazılıbdır. Əsfər, əgər səhv etmirəmsə, sarı anlamına gəlir. Əsfər ağa Vəli adında bir adamın ölüb gedibdir, mətruk olubdur, qalıbdır. Ehtimalən vərəsəsi yoxmuş, ehtimalən. Çünki əgər olsaydı miras deyərdilər. Əlbəttə, matərəkə də, yəni o şey ki, özü ilə aparmayıb da, o da oldu matərək, tərəkə. Şövkət, zuri məlayimət, ziddrüşti füzuntər است. زور ملایمت ز درشتی فزونتر است. آینه است در نظامی سنگ آسیا. Bu bir farsça bir şeydir. Yenə də aynı sistemdə. Yəni o kitabı ki dedik çarçivəyə qoyublar. Çarçivəni də için rəhləyiblər. Sonra üstündə yazı yazıblar. Burada da dəqiqən onu görürük. Burada bir möhür basıblar birinci səhifədə. Ərəbcə mühürdür. Ehtimalən maşallah la qüvvətə illa billah deyə belə bir şeydir. Mühürdür. Mən beləsi oxudum. Nöqtəsizdir və ərəbcənin bir xas formasında yazılır. Ondan sonra da gəlibdir burada kitabın nöqtəsiz deyə bir şey. İstəshəbəhul fəqir El-Muhtac ilə Rabbihil Qədir, Mustafa Rəisül Kitab, Küttabi Rikabi Humayun, Sabiqən fi seniyi səb'ə və eşrinə mi'əteynə və əlif. Tamam. Bunu buradan oxuya bildik ki, bu adam ki bunu yazıbdır, Müstəfadır. Rəisi Küttab, yazanların rəisidir. Rikabi Humayun, şahın yanında olanlardan ki, sabiqən, hangi ildə bunu burada bu adam yazıbdır bunu, yəni bu kitabı ələ gətiribdir. Sabiqən fi səni səb'ə və eşrin, 27 1227. Bu kitab bu ildə bu adamın əlinə gəlibdir, ya da ki, istəshəbəhu sahib olubdur. Yəni, bu adam bu ildə bu kitabı alıbdır, bu da onun şeyidir, sənədidir əslində. Yəni, yazılıbdır ki, bir nəfər deyilməsin, bu kitabı oğurlayıblar. Bu birinci səhifədə odur. Ondan sonra Türkiyə dövlətinin burada bir İstanbul Darül Ulunun nə mənə Darül nə mənədir? Darül Ulunu belə bir şeydir. Kamil oxunmur ona görə. Divan-ı Übeydi 1988-də bu möhür vurulubdur. Burada 3 dana möhür bir-birinin üstündə çalınıb. O maşallahı bir görürük. Onun üstündə bir möhür var. Əsla və əbədə oxunmaz. Onun altında da Əl-Fəqir min təmlikati Əl-Fəqir Əl-Hac Mustafa Sidqi Qəfərallah.
Mustafa Sidqi dedi bu kitabı alıb da üstdə də Mustafasını demişdi, Sidqisini deməmişdi. Baxaq bura. Bəli. Mustafa Rəisül Küttabi. Bu da Osmanlı dövlətinin də yazarların başı imiş. Ehtimalə həm savadı çox imiş, həm sinni bəlkə çox imiş. Ondan dolayı belə bir vəziyyətə rast gəlir. Tamam, bu kitabda oxuyaq, görək ki, hara getdi bu kitabımız? Aha. Kitabdan bir neçə şeir oxuyaq. Görək ki, bu şeirlər nədir? Divan-ı Übeydullah xan abı rənginə yazıbdır və dediyim kimi mənə belə gəlir ki, da tozih vermişəm, tozih bunu verməyim. Ya Rəbb, ləkəl həmdü təqəddüs və təala, bari vəhdət-i zatinqə, tanıq cümle-i əşya. Var vəhdəti zatünqə, zatüngəqədir. Əlbəttə, mən giları nə oxunuram da, yəni burada onu əvvəldən deyim. Var vəhdəti zatünqə, tanıq cümle-i əşya. Sənin zatüvün birliyinə cümle-i əşyanın tanıqlığı var. Müstəğriq-i həmdinün bulub eylücceyil tevfiq. Tacan təslim barbulay həmdinə güya. Mehrinin bila aləmğa salıb nuri təcəlli. Mehrin bila aləmğa salıb nuri təcəlli. Qıldın barini eşqünün ara valehu şida. Məqsud qasin bitgürsün əhli tələbni. Məqsudi duasın ehtimalən olacaqdı, amma burada bir dənə o da dığın da üstünə bir dənə nöqtə vardı, onun üçün qasın olacaqdı. Məqsud qasin bitgür isin əhli tələbni. Əl-qıssəsin oqsin bariqə məqsəd əqsa. Ni qəmdür əgər yadının ila olsa übeydi. Ni qəmdür əgər yadın ila ölsə übeydi. Tir cüzgicisin barçani ey hayy təvana. Gördüğünüz kimi şeir o şey ki Cığatay deyirik, Çağatay onunla yazılıbdır. Oxuması biraz zordur, amma oxunur. Yəni rəhmətullah əleyh bir ayrı şey. Burada o şeir qutardı, indi bu başlandı. Rəhmətullah əleyh. Şeir yenə Allah rəhmət eləsin, o yazıbdır. Ey həyati əhl-i aləm həmdəminin ruhul əmin. Bizga məlum oldu həmsin dini huda lil müttəqin. Ya nəbisin oqudun qul Rabbi ənzəl ayətin. Ya Nəbi sen oqudun qul Rabbi ənzil ayətin. Ya ilahəl aləmin həm əntə xeyrül münzəlin. İş bu ayət kim senin şənində gəldi şah biz. İş bu ayət kim senin şənində gəldi şad biz. Sofə yu'tikə fətərza
ya şəfi'ül müznibin sofə yu'tikə fətərza bu ayətdən işarə edir. Ya şəfi'ül müznibin la nəbiyyə bədə ətəytə sin hədisi canfəza. Bir dənə hədisdən deyir ki, la nəbiyyə bədə ətəytə sin hədisi canfəza ya nəbiyyullah sənə məlum irür ilmül yəqin. Ya Rəbb ol Həzrəti Həqidin bu əbidi xəstəni. Ya Rəbb ol Həzrəti Həqidin əlbəttə. Ya Rəbb ol Həzrəti Həqidin bu əbidi xəstəni. Müstəcab əd-dəvə qıl amin Rəbbəl aləmin. Bu şeirdə qurtardı. Görək ki, o birisi şeirində nə olur? Ey çeşmeyi zulaling üza xətti canfəza. Ey çeşmeyi zulaling üza xətti canfəza. İskəndərü xizrqə dur ol xizri rəhnuma. İskəndərü xizrqə dur ol xizri rəhnuma. Naz bulub turuz xətin naz bulub turur xəting o arizing üçün. Naz bulub turur xəting o arizing üçün. Və leyl ati bila üşmüş və şəms və zuha üzrəm. Və leyl ayəti bila əş-şəmsu və zuha və leylu və zuha və şəmsu vəl qəmər izə təla. O ayətlərə işarə edir. Və leyli ayəti bila bərabər və şəmsu və zuha. Həm xatəmi rüsülsün, həm şafi-i üməm, həm sərvəri cəhansın və həm xətmi ənbiya. Sindin rizalıq istaram ey məbdə-i vücud. Sendin səndən. Sendin rizalıq istaram ey məbdə-i vücud. Təngri riza bulursun əgər barsın riza. Ya Rəbb livası sayəsida birib müdam. Qılma übeydini qaşdın bir nəfəs cüda. Qılma übeydini qaşidin bir nəfəs cüda. Ehtimalən qasidin olacaqdı. Burada cəlibdir. O şey ki, indi salam aleyküm, aleyküm salam, xoş gördük. O şey ki, indi biz danışqahlarda oxuyuruq, özəlliklə tərrahi sahələrində deyirik ki, təsvirdə hər bir şəkil ki görürük səhifədə ya əksdə bir tərəf ağır, bir tərəf yüngül olmayacaq. Bir tərəf çox şuluq, bir tərəf az şuluq olmayacaqdır. Bir tərəf çox pürkar, bir tərəf sadə olmayacaqdır. Çünki onda baxan adamın beynində bir ədəmi təadül olmur. Burada bu yazılarda, bunu mən indi yavaş-yavaş çox diqqət edirəm, özəlliklə şeiri yazanda, xoşxətt yazanda gətirirlər nöqtələrlə kəlmələrin, məsələn, birdən sini uzun çəkir beləsi, boşdur da, yəni bu bir dənə xəttdir beləsi, boş, altı üstü boş. O birisi tərəfdə, o birisi xəttlər altı üstü var, yəni dəndanəsi var, əlifi var, nə biləm, bu cür bir şeyləri var. O birdən boş gəlir, bir səth boş. Gəlir bunun altına nöqtə qoymaqla, ya üstünə nöqtə qoymaqla, 2-3 dənə bunun o sadəliği, boşluğu doldurur. Bir növ ona təadül verir. Burada indi buna nə deyirlər? Qərinə deyirlər fikirdən. Mən indi hünəri adı yadımda deyil. Özümüz də bunu o danışqahda oxumuşuq, amma mənim indi yadıma gəlmir ki, nədir? Onu bu xətlərdə qədimdən biliblər.
bunu müraat eləyiblər. Yəni nəzərdə tutublar. Bir ayrı şeir yazır. Bu da yenə də Həzrəti Məhəmməd haqqındadır. Bunu da bir-iki dənə şeiri keçək. Məsələn, bunun 10-cu mən sadəcə bunun şeirlərini keçirəm, amma şey edirəm. Tamam. Biraz bunu qısa, kiçik eləsək bəlkə. Tamam. Buradan bu bizə məsələn 8-ci səhifə, yəni 16-cı səhifəsinə baxırıq divanın. Burada bir görək ki, şeir buradan başlayır. Ger sari qılman nəzər ziba و cəmalün barida. Gəl sarı həddəqəl. Bir də gəl sarı bir rəng adındadır, bir də sarı elə bir şey cəhət anlamındadır. Fulana sarı gəl, yəni o tərəfə cəhət anlamındadır. Məsələn, bir qışqır, olan fulana sarı gəl, yəni o tərəfə gəl. Tərəfin türkçəsi sarıdır. Qəradağda özəlliklə bu sarı işlənir, burada da odur. Gəl sarı qılman nəzəri ziba cəmalün barida. Gözüqa eyləman sərvini nazük nəhalün barida. Qılmadı hüsnü əhliğə. Qılmadı hüsnü əhliğə hərciz vəfa hüsnü cəmal. Çox gözəl şeirdir. Gəl sarı qılma nəzər ziba cəmalün barida. Gəl bu tərəfə cəmalün barida yəni bari türkçə yəni həddəqəl, bari, ən azı. Bunların türkçəsi baridir. Mənə belə gəlir. Qəradağda biz bu cür danışırıq. Bari bu işi görəydin, yəni ən azından bu işi görəydin. Bari bu işi görməyəydin, yəni ən azından bu işi görməyəydin. İndi bu da gəl sarı qılman nəzər ziba cəmalın barida. Bari nəzər gəl bu tərəfə, nəzəri bu gözəlliyi deyək ki, cəmalı gözəlliyin bari bunu şey eləmə. Qılman nəzər, onu görməyə məcal ver. Bari məcal ver, gözəlliyi görək. Gözüqa eyləman sərvini nazük nəhalın barida. Laqəl gözünlə eyləman sərvi nazini eyləməcinə o gözəlliyin bari bunu da deyir gizlətmə. Həddəqəl gözünün o şey gözəlliyi. Qılmadı hüsnü əhliğə hərciz vəfa hüsnü cəmal. Qıl vəfa ey bi vəfa hüsnü cəmalın barida. Deyir ki, gözəllik, hüsnü cəmal. Hüsn gözəllik, cəmal da bədənin gözəlliyi. Cəmal normalda üz-göz, əl-ayaq, bədənin gözəlliyinə deyilir. Hüsn için gözəlliyinə deyir. Əxlaqın, düşüncənin, anlayışın gözəlliyinə deyir. Deyir ki, qılmadı hüsn əhlinə, gözəlliklərin əhlinə ya içi gözəlliklərin əhlinə hərgiz vəfa hüsnü cəmal. Vəfayı, gözəllik gözəllərə qalmadı. Vəfa eləmədi. Qıl vəfa eybi vəfa, sən vəfa elə, cəmalın var. Həddəqəl sən həddəqəl cəmalını görsən. Eybi vəfa elə və cəmalını görsən. Zülmət içrə əxzəri yanqılıq tapsalar abi həyat. Zülmət içrə əxzər yanlıq tapsalar abi həyat. Əxzər xızrılar. Xızrın cəmidir. Xızr peyğəmbərin cəmidir. Zülmət içrə deyirlər ki, İskəndər və Xızr abi həyat üçün getdilər qaranlıq dünyaya. Onu deyir. Zülmət içrə əxzəri yanlıq Xızr ilə yanbayan gedənlər
tapsalar abi həyat, əgər bunlar gedib abi həyat tapsalar, yəni abi həyat nə idi? Ölümsüzlük olmaq suyun. Bəşər belə inanırmış ki, hətta indi də var. Bir şey vardır ki, onu içsən ya onu yesən, ölümsüz olarsan, daha ölməzsən. İnsanlar tarix boyu bunu axtarırlar. Amma zahirən elm gedir o tərəfə ki, 20 ildən sonra insanlar, 20 ilin içində insanlar eləyə biləcəklər ki, ən azı 300 il salim və cavan yaşasınlar, qocalmasınlar. Onda da sərətan olmayacaqdı, nə bilim, Alzheimer olmayacaqdı filan, qocalıq olmayacaq əslində. Və o mərizliklər də gəlməyəcəkdi. Bu o abi həyat ki deyirik, ora tərəf gedir bəşər. Amma 20 il çəkər, biz görək görməyək oranın varıdır. Zülmət icrə, əxzəri yanlıq, taparsalar abi həyat, heç kişi içmasın ani, şirinin zülalın barida. Deyir ki, əgər getilər o, heç kişi içməsin o suyu, ani, şirinin zülalın barida. Onun şirinliğin içməsinlər, ya da necə belə bir şey anlam deyir. Hər tərəf əzm eyləsa ol dilruba yoldaş bul. Hər tərəf əzm eyləsa ol dilruba yoldaş bul. Qalma zinhar ey göngül, andın məcalın barida. Deyir ki, o yoldaşın hər tərəfə gedir getsin, onu get tap bul. O dilruba yoldaş, o ürəyivi aparan, sənin ürəyivi uğurlayan yoldaşın hər tərəfə gedir getsin, sən onu bul, tap. Qalma zinhar ey göngül, andın məcalın barida. Macalın varsa ondan ayrı qalma ey gönül. Barı ondan ayrı qalma. Ey Übeydi, ey pərivəş vəslini qılğıl xiyal. Ey Übeydi, indi ki əlin çatmır, uzaqdadır. Sən onun vəslini, ona yetişməyi xiyalında qılğıl. Xiyalında ona yetiş. Qılmağıl özgah xiyal iş bu xiyalın barida. Bari bundan başqa bir ayrı xiyal eləmə. Çox gözəl bir şeiridir. Qəzəl, Allah rəhmət eləsin, çox gözəl. Buldum qəddü yüzüngini görüb mübtəlasına. Buldum qəddü yüzüngini görüb mübtəlasına. Allah ni qəddü hüsnü bir bütür xudasına. Çox gözəldir, yəni tərcümə eləməyə gələnmirəm, zorum çatmır. Buldum qəddü yüzüngini, üzünü, qəddini, yüzük də bilirsiniz. Yüzük bizim üzümüzə yüz deyir. Üzükün də qaşına yüzük deyirik. Üzük, bunu da qaşı bu da görsənir, üzü yəni. Buldum qəddü yüzüngini görüb mübtəlasına. Yəni sənin üzvü görəndən bu üzə gördüm, mübtəla oldum sənə. Aşiq oldum. Təbrizdə aludə deyirlər. O alidə də gözəl sözdür. Allah ni qəddü hüsnü bir bütür xuda sənə. Peykanə buldu ya da Biganə buldu can gönül əql huşidin. Ta buldular məhəbbət ilə aşina sənə. Sana bir az nizarə də il canların pərvər. Ya birir. P kimi qoyubdu onu görə. Sana biraz nizarə da il canların birir. İl canın almaq olsa əgər müddəa sənə. Yetgür özüngini
Baska izinin gubarığa. Yetgür üzüngünü baskan izinin gubarığa. Ey دیده خاک پایی ارür tutiyasena. Ey دیده خاک پایی ارür tutiyasena. Sanğıl nəzəri übeydi sarı mərhəmət bila. Çox bu sarı sözü bu günləri gəldi. Çox gözəl. Burada şeirdə işlədir bu adam. Qəradağda hələ o sözü saxlayıblar. Sanğıl mənzəri übeydi sarı mərhəmət bila. Ey padişah hüsnü bulub min geda sənə. Gedək bir ayrı səhifədən bir ayrı qəzəl oxuyaq. Buradan 2 dənə bu səhifədə qəzəl görsənir. Bunu oxuyaq görək nədir? Çarə qılmaqsə bir qəmxar yoxdur mana. Çarə qılmaqsə bir qəmxarə yoxdur mana. Min əcib biçarədir min çarə yoxdur mana. Min əcib biçarədir min çarə yoxdur mana. Sindin özgə müşfiq u qəmxarə yoxdur mana. Gözüm u göngülüm tilar görsəm qubaşidink arizin. Gözüm o göngülüm tilar görsəm qumaşdık arizin. Qumaş saf sadə qumaş parçaya da deyirlər, amma qamaşmaq da bəlkə bundan gəlir. Qumaşdık arizin. Ariz üz, çöhrə. Arizin qumaşması. Gün düşübdür, göz baxanda qamaşır. Odur. Gözüm o göngülüm tilar dilər, arzu elər, iradə elər. Gözüm o göngülüm tilar görsəm qumaşdın arizin. Sənin o üzüvü görsəm, mənim gönlümlə gözüm qumaşar. Ya da ki istər, gözüm istər ki sən o qamaşan, yəni işıldayan gözünü, çox bu qumaş sözü də çox gözəldir. Qamaşmaq, gözüm qamaşır məsələ. Niyə? Çünki oradan bir işıq düşür gözümə. Gözüm eləyə bilmir gəşək görsün. Gözəlliğindandır. Bu qumaşın həmin qamaşdan sözüdür. Yenə də bu Qəradağda işlənir. Təbrizdə bilmirəm, yadımda deyil ki, işlənir ya yox. Gözüm o göngüm tilar istər. Görsəm qumaşdıq arizin. Sənin o nur verən, nurlu üzüv görsəm, gönlüm istər. Gözüm istər onu görsün. Gərçi hərgiz taqəti nizarə yoxdur mənə. Gərçi hərgiz heç vaxt məndə bu taqət yoxdur ki, sənin üzvə baxa biləm. Tilbəlik qılsam məni eybi etməyən ey fərzanələr. Tilbəlik, yəni arzuluq eləsəm, arzuluq. Tilbəlik qılsam məni eyb etməyənin ey fərzanələr, ey fərzanələr. Məni eyb etməyin məni, əgər onu istəsəm. Tilbəlik. Til arzu, arzuluğumda əgər olsa məni eybi tutmayın. Neylayın bar yar pəri ruxsarət yoxdur mana. Neylayın yar pəri, ya da biri ola bilər. Yar biri ruxsarə yox, pəri olacaqdır. Neylayın yar pəri ruxsarə yoxdur mana. Ey pəri eytür işim etmiş bikəs übeydidin bugün. Ey pəri eytür etmiş bikəs übeydidik bugün. Dadi eşqi içr erir avarət yoxdur bana. Dadi eşq içr erir
ir avare yoktur bana. Bu şeir qurtardı, o birisi şeirə keçirik. Gözlərin qa bulsun iki çeşmi giryanım fəda. Gözlərin qa bulsun iki çeşmi giryanım fəda. Həm bəhari arzun qa gülşəni canım fəda. Bəhari arzun, sənin üzüvün bahar kimi gül açması. Çox gözəl deyibdi. Həm bəhari arzun qa gülşəni canım fəda. Məqdəmin gerdiğə buldu cövhəri əşkim nisar. Məqdəmin gerdiqsə də ola bilər. Məqdəmin gerdiqsə buldu cövhəri əşkim nisar. Cövhəri ləhlinqa bulsun gənc pinhanım fəda. Gənc pinhan cavanlıq demək olar. Mənə belə gəlir. Canı gönlüm kim bulur bütür zarı həsir heyran yüzüna. Canı gönlüm kim bulur bütür zarı heyran yüzünga. Türre ve halin qa hem ol zarı heyranım fəda. Canı gönlüm bağı bostanımdır verayı servünaz. Canı gönlüm bağı bostanımdır verayı servünaz. Gülşəni kuyün qa bulsun bağı bostanım fəda. Köy də şəhər kənd. Gülşəni kuyun qa bulsun bağı bostanım fəda. Ey übeydi ol səmənbər siminbər həman olur. Ey übeydi ol səmənbər gilsə gülzarım sarı. Ey übeydi ol səmənbər gilsə gülzarım sarı, gülzarıma tərəf gəlsə, sərv azadiğə anüng mərni bulğayım fəda. Hər nə bulğayım, sərv azadiğə anüng hər ni bulğayım fəda. Hər nəyim olsa, o gəlsə ona qurban olsun. Çox gözəl aşiqanə şeirlər. Bir dənə burada ayrısını görürəm. Biraz oxuması çətin olacaq. Çünki kəlmələri bir-birinin üstünə çıxardıbdı. Amma ey kesin məhbubu canansın mənə. Ey kesin məhbubu canansın mənə. Kühlü ki həm canan və həm cansın mənə. Gil ehtimalən olacaqdır. Hı da görürəm, amma kehli ol, bəlkə də köhlü ola. Amma yığla olduğu üçün dəndanə bunu görürəm. Gil. Ey kisin məhbubu canınsın mənə gil gəl. Ki həm cananü həm cansın mənə. Sinsin ey can mərəzu səhətim. Sinsin ey can mərəz da səhətim. Sin dad ver yüzdür dərdü dərmanımsın mənə. Min dad ver yüz dərdü dərmansın mənə. Min dad ver yüz dərdü dərmansın mənə. Min gedamın sana min gedamın sığa ey sultanı hüsn. Mən gedamın sana, mən sənin gedanam. Mən gedamın sana ey sultanı hüsn. Keşveri hüsn itra sultansın mənə. Gülşəni cismimdə ey can gül gibi. Nita günsin dağı mehmansın mənə. Nita gün dağı mehmansın mənə. Ey übeydi
yar diri mecnun gibi. Ey Übeydi yar diri mecnun gibi. Gürkayi hüsnümni heyransın mana minga. Biraz zordu bura oxumaq, amma çalışdım ki biraz oradan buradan da oxusun, olsun, oxuyayım. Çoxdan idi, bir neçə həftə idi ki, Cuğatay türkcəsində şeir, kitab oxumamışdım. Bu Tazaşdan o ki istirdi yadımdan çıxsın, o ki məhliq edir ki, yadımdan çıxmasın. Bir ayrı şeiri buradan 15-ci səhifədən oxuyayım. Aşık söz ulusun gafisunu fisanedir. Aha, iştibah oxumuşam. Aşık söz ulusunğa, ulusğa, yəni ulusu böyükləri, sözün böyükləri, söz böyükləri. Yəni o insanlar ki, çox dərin sözlər danışırlar. Aşık sözü ulusğa fusunu fesanedir. Aşık sözü ulusğa fusunu fesanedir. Söz disa bulmaz ilka acayip zamanıdır. Qaşın yamını sığuca tartıp hilal edek. Qaşın yamını sığuca tartıp hilal edek. Qaşları tartıp hilal kimi. Qaşın yayını, qaşın yayı, qaşı tiro kəmana bənzədirlər da. Qaşın yayını sığuca tartıp hilal dik. Məndə yoxdur o qaşı olanlarda. Göz oqi bir la atsana canım nişanədir. Göz oqi bir la atsana canım nişanə. O gözdə olan oxun atsan ha, canım ona nişanədir. Gönlüm qayanğa barsun anın astanidin. Gönlüm qayanğa çəkilsə, qayanğısə barsun anın astanidin. Anın cahında tabəqani ol astanədir. ol xəttu xalu nərcisi caduyi ya qaşı. O xəttu xalu nərcisi caduyi ya qaşı. Hər biri hüsn-i keşvəri icra yeganədir. Gərçə Übeydi sufi imas əhl hal ara. Gərçə Übeydi sufi imas əhl hal ara. Turu təriqi barçəvu bi sufiyanədir. Yox. Turu təriqi barçəvi sufiyanədir. Bu da bir şeir idi. Gedək, çünki bu kitab dedik ki 80 səhifəlik, yəni 160 səhifədən ibarətdir. Gedək 50-ci səhifədən tamam. 50-ci səhifədə görək nə şansımıza gəldi. 2 dənə oxuyaq. Hər səhifədən, yəni hər 50 səhifədən 2 dənə qəzəl oxuyacağam. Ya hər nə ki vardı oxuyacağam. Kitabı qutaraq. Tamam, bu buradan başlanır ehtimalən. Əgər ahu fəqan etsam dəmi yarım vaxtində. Əgər ahu fəqan etsam dəmi yarım vaxtında, yarım fəraqında. Tamam, oldu. Əgər ahu fəqan etsam dəmi yarım fəraqında. Bulur bir həmzədə aləm,
bulur bir bərhəmzədə aləm mening ahu fəqanımdın. Alıb bürgə mana görsat yüzüng təngri üçün mahım. Alıb bürgə, üzündə olan bürgəyi nuqabı, alıb bürgə mənə görsat, biz deyirik görsat, bu deyir görsat. Alıb bürgə mana görsat yüzüng təngri üçün mahım. Allah üçün o üzünü deyir mənə görsat. Bürgəyi çək mənə görsat. Yok o barım fəda, yok o barım, yok varım. B, v bir-birinə çevrilir. Yok o varım fəda, ilab, geçay, canu cəhanımdın. Deyir ki, var yoxumu, yok o varım fəda, ilab elərəm, ilab, geçay canu cəhanımdan, canu cəhanımdan geçərəm. Gecə əfqan zarimini iştiqac dedi bu kimdir? Gecə əfqan zarimni eşitqac eşitdi, eşitqac eşidən kimi. Gecə əfqan zarimni eşitqac dedi bu kimdir? Ki getmays tangiğə dik iddilarimdin astanımdan. Ki getməz. Kimdir bu gecə bıçağı burada ağlır? Getməz ki, getməz. Tangiğə dik itlarım dik astanımdan. Buranı biraz anlaya bilmədim əslində. Çünki düz də oxuya bilmədim ona görə. Ki getməz tangimğə dik tanımadım. İtlarimdik itlar istər ehtimalən ya şeylər anlamadım. Astanımdın, astanamdan getməz, tanımadığımdır, getməz. Ney bulğay rəhm etib həmxanəlik qılsang ming birla. Nə olar? Ney bulğay rəhm etib həman edib. Ney bulğay rəhm etib həmxanəlik qılsang ming birla. Nə olar məndən rəhm eləyəsən, məndən həmxanə olasan. Həmxanəlik qılsang ming birla. Mənlə bərabər həmxanə olsan. Yəni evlənmək, mənlə yaşamağı düşünür. Ebedini sing eşqida geçim xanumahimdən. Öbeydinik senin eşkin, öbeydi yani özü adın deyir. Öbeydidin senin eşkində geçim xanumanimdən. İkinci beyti buradan oxuyaq, qəzəli oxuyaq. Eyləbi lə'li dürəfşan, eyləbi lə'li dürəfşan, veyqədi tuba cənan, afəti şəhru mülkü can, fitne-i ahirüzzaman. Mən sənə aşiq-u gedasın, mənqa şah-ı dilruba. Mən sənə aşiq-u gedasın, mənqa şah-ı dilruba. Gəl mənqa qılmasang, vəfa qılma cəfani cavdan. Gəl mənqa qılmasang vəfa, qılma cəfani cavidan. Deyir, vəfa ki eləmirsən, laqəl cəfanı da cavidan eləmə, daimi eləmə. Ey yüzü gül gibi əyan, bulma pəri gibi nəhan. Ey yüzü gül gibi əyan, bulma pəri gibi nəhan. Bulma yəni olma da, olma cinən. Pəri kimi nəhan olma, gizli. Yaqıl özünqa həm inan, ya mini ilani nişan. Yaqıl özünqa həm inan, ya mini ilani ila binişan. Mehru vəfa
Mehru vəfada qaydadır, hüsnü səfada qaydadır. Mehru vəfada qaydadır, hüsnü səfada qaydadır. Ərz-ü səmada qaydadır, sin gibi mehriban, mahi mehriban. Ərz-ü səmada qaydadır, sin gibi mahi mehriban. Mehnət-ü hicrinqa qərin dərdü qəmin ğa həmnişin. Mehnət-ü hicrinqa qərin dərdü qəmin ğa həmnişin. Buldu Übeydi həzin həmdəm nalı-vü fəğan. Buldu Übeydi həzin həmdəmi nalı-vü fəğan. Gedək 100-cü səhifələrdən görək oxuya bilsək əgər. Əgər gedə bilsək 100-cü səhifəyə getmir. Çünki bu hər səhifədə dedik 2 dənə olduğu üçün pəs 50-dən gəldik, gedək 70-dən bir 60-dan bir dənə qəzəl oxuyaq. 61-ə gəldik, gedək 60-a. Bir qəzəli yarımçılıq var burada. Onun əvvəli hardan başlayır? Buradan başlayır. Nəvvərəllah mərqədə. Can çəkib vəslin cana iltiqay irdim kaşki. Can çəkib vəslin cana iltiqay eridim kaşki. Bir nəfəs ağzın sözün eşiqqay erirdim kaşki. İstaban ben tek visali dövlətiğə ey göngül. İstaban yetmək anlamındadır. Yetmək yəni residən farsça. İstaban yeting visali dövlətiğə ey göngül. İstay ani min həm gitqay erişdim kaşki, eridim kaşki. İstay ani min həm gitqay eridim kaşki. Navaking peykanini göglümdin utmazdın burun. Navakin peykanini göglümdin utmazdın burun. Burun, birun sözü buradan burundan gəlir. Burun buradan gəlir. Eşikdə olduğu üçün, bədəndən eşikdə olduğu üçün buna burun deyiblər. Bu bədəndən eşikdədir. Əlbəttə qulaqda eşikdədir, amma qulaq o qədər görünmür. Üz görünür. Özəlliklə bu qulaq örtülür. Bu da o qədər də şey deyil. Amma bu burun çox əcibdir. Biz insanda buna bilmirəm niyə gözəllik deyirlər, amma çox bir müzahim bir şeydir əslində bu burun. Bəzilərində burnu var da o çox burundur da, yəni hesabı burundur. Amma bu burun sözü buradan gəlir. Bu addır burada. Farsçada burun həman birun sözü də buradan, dedim buradan gəlir. İşləriniz türkcədir nəzərimə gələn. Bəlkə də bunlar, mən indi bunları deyirəm, bənzətmədir bunlar məndə. Mən lüğətçi deyiləm, dilçi deyiləm. Türkümdə sıfırdır. Onun üçün fəqət özümü burada bir nə deyirlər keyfləndirirəm türkçəsi. Bu şeydə deyirlər ki, entertainment. Entertainment başı qatmaq və insanların başını xoşluğa qatmaq. İndi mən də burada türkçəyə çevirmişəm, bu olub keyf. Keyfləndirmək, keyf çəkmək, keyf aparmaq onu. Burada özüm keyf çəkirəm də, yəni bu şeyləri deyəndə. Şöləlik ahim bilə irtiqay irdim kaşki. Mani əğyar imiş ey dostlar, yar itlar. Mani əğyar imiş ey dostlar, yar itlari. İtlarını özü
Özüma yar itqay irdim kaşki. Anlamadım. İtlarını, etdiklərini özüma, mənə yar itqay, yar etdi. İrdim kaşki, kaş göreydim. Şöləlik ahim bilə irtqay irdim kaşki. Ahım şölə çəkir, şöləlik ahım bilə irtqay irdim, irtqay yetişir. İrtqay irdim kaşki mani əğyar imiş ey dostlar yar itları. Yar istəyənlər, itlay istəyənlər ehtimalən. Mani əğyar imiş ey dostlar yar itlay. İtlarını, istəklərini özüma yar itqay irdim kaşki. İstəklərini ehtimalən. İtlarını özüm istəyənlərini şayədə. İtlarını özüma yar itqay irdim kaşki. Ey übeydi natəvan gönlüm quşuning seydini yarinin fitrakika bir kibati irdim kaşki. Bunu əslən oxuya bilmədim, nə olacaqdı? Yarinin fitrakika bir kitqayı irirdim kaşki. Hər halda biraz ağır oldu bu şey. Gedək kitabın. Burada Nəvvərəllahdan, Rəhmətəllahdan bir danasın. Bu dəfə də soldan oxuyaq da. Saldı dərdi səbi ilə hicran ara canan məni. Saldı dərdi səbi ilə hicran ara canan məni. Canan məni bir ağır, çətin, səb çətin, çətin dərdə və bir də hicrana saldı. Saldı dərdi səbi ilə hicran ara canan məni. Aqibət bu dərd ilan öltürküsü hicran məni. Öltürküsü öldürər. Küsü acaba küsmaqdandır ya öltürküsü, yəni öldürməsi, öldürməsi. Aqibət bu dərd ilan öltürküsü hicran məni öldürəcəkdir. Öltürküsü ehtimalən faildir, öldürən. Hicran öldürən hicran məni. Bir madım bilmədim. Bir madım canimni bitka vəslinə aramın armanım ol. Bir madım canimni yitqac da olacaq. Yitqac bilmadım canimni yitqac vəsliğa armanım ol. Ey fəraq alturmakım altürküsü hicran məni. Çərx yanqılıq ürülüb istarımın ani dəhr ara. Çərx yanqılıq ürülüb istarımın ani dəhr ara. Dəhr ara. Ara həman. Dəni sərgərdan qılıb turi çərxi sərgərdan məni. Tur burada doğru olacaq. Doğru çərxi sərgərdan məni. Və dəni məni ehtimalən. Vəni də oxunur, dəni də oxunur, amma mən dəni oxuram. Dəni sərgərdan qılıb turi çərxi sərgərdan məni. Qaçmadılar vəhşilər mindin cünuni səhrasıda. Qaçmadılar vəhşilər mindin cənun səhrasıda. Güya hərgiz sağınmazlar alar insan mini.
Güya hərgiz sağılmaq, sağ olmaq, salim olmaq qeydib ağıllı olmaq. Güya hərgiz sağınmazlar, alar, sağınmazla alar insan məni. Ey übeydi aftabi hüsnü çox çün qıldı tulu. Ey übeydi aftabi hüsnü çün qıldı tulu. Qaldı il heyran mənə, görqac anga heyran məni. Gedək kitabın son səhifələrindən bir iki dənə də beytlərdən oxuyaq və müxəmməslərdən oxuyaq. Görək ki, bu müxəmməs nədir? Bu müxəmməsdən öncə bir şey var idi ya, yox idi? Yox, gedəklə müxəmməsi oxuyaq. Görək müxəmməs nə deməkdir? Müxəmməs nobəhar əyyamı büldü gülüzari gözlal. Badeyi gülgün içarqa lalezar gözlali. Yarsız bir qanı yar aləmdə yarı gözlali. Ey göngül gilgim iqa barıb nigari gözlali. Servi gedi bostaban simin uzari gözlali. Anlamadım. Bunu anlamadım. Sadəcə Japon dili kimi oxudum. Yəni əslən biləsinin şeyi yoxdur. Qılmında üzdüngini qabil ey yar. Qılmında üzüngini qabil ey yar. Görmək tilasan gər and addılar. Gerand addılar. Oxuya bilmədim. Zahirən ki, burada bir şeir yazıbdır. Devam edir. Çox da uzun bir şeirdir. Adı nədir? Tərcibənd. Tərcibənd də bir şeir yazıbdır. Bir beyti daimən təkrar olur. Görün bundan oxuya bilərəm. Tərcibənd. Ey can ana qıl özüngni şeyda. Oldur sini ilaqan hüveyda. Oldur sini ilaqan hüveyda. Mevcud itiban sini ədəmdin. Birdi sanqa dəhr içində məva. Bazar fənağa salğan oldur aşub bəla və şur qoğa. Sərgeçdiyi cəhan fani icra hükmü bila bu sipehri xəzra. Vəslin tila ey göngül həmişə. Görmay arada üzüngini əsla. Dəm urma cahanda masivadın. Dəm vurma. Dəm urma cahanda masivadın. Gafil bulmami xudadın. Bu dəm urma cahanda masivadın. Gafil bulmami xudadın. Bu beyt iki misrə tez təkrar olur. Zahirən hər 5 misrədən, hər 5 beytidən sonra təkrar olur. Qılmında özüngi qabil sarı. Görmək tilasang gəranda idar. Eşq əhliğə küp dur iltifati. Eşq əhliğə küp dur iltifati. Bu yığıl ana aşiqu giriftar. Bu boyğıl ana aşiqu giriftar.
Gamxar sana bar olni gamdür. Gamxar sana bar olni gamdür. Bunu qələt oxurmuşam. Neçə yerdə qələt oxumuşam. Gamxar sana bar olni gamdür. Gam tiğidin olsa güngül əfkar. Anın kərəmi bila tirik dur. Onun kərəmi belə, bila belə tirikdir. Tirik özü tirdir. Anın kərəmi bila tirikdir. Hər qayda ki bar qərib و بیمار. Bar qərib و بیمار. Hər qayda ki bar qərib و بیمار. Qeyriqə göngülda bir mayülsün. Qeyriqə göngülda bir mayılsın. Tən itra göngül barida zinhar. Dəm ürma cahanda ma sevayidin. Gafil bulmadı mi xuda din. Ey dost sevar isan xudani. Ey dost sevar isan xudani. Tərk eylə cəhanü masəvi sivani. Görmək tilasın cəmalın anın. Bir ləhzə tüşürma tildin ani. Til dil. Bir ləhzə tüşürma tildin ani. Dilindən bir ləhzə onu düşünmə. Bulmasın ana heç kimya vasil. Bulmasın ana heç kimsa vasil. Ortanmasa eşq otiğə cani. Ortanmasa otlanmasa. Ortanmasa eşq otiğə cani. Eşq otu ilə canı ot tutub yanmasa. Ortanmasa orta sözü bizdə var, yəni ara. Orta, vəsət, orta. Amma burada nəzərimə elə otlanmasa mənasındadır. Ortanmasa eşq otiğə cani. Eşq otu ilə canı ot tutub yanmasa. Göz tutma vəfa ki qılğan irmaz. Göz tutma vəfa ki qılğan irmaz. Heç kimqa vəfa cahan fani. Göz tutma vəfa ki qılğan irmaz. Deyir ki, heç şeydən vəfa gözləmə. Qılğan və irmaz ki, vəfa gözləsən, irmaz yetişməz. Ki, heç kimqa vəfa cəhani fani. Ki, bu fani cahan heç kəsə, heç kimqa, heç kəsə vəfa etməyibdir cəhani fani. Şam-u səhər olacaq, sam yazıbdır. Sam-u səhər ilə baxıb baxıya. Şam-u səhər ilaban xiyalın. İlaban eyləmək. İlaban xiyalın. Hər cuşəda zahiru nəhani. Dəm urma cəhanda masivadan. Gafil bulmadmi xudadın. Salik ka girak məarif eycan. Bu söz kamu, bu sözqa muvafiq əhli irfan. Bir də oxuyayım. Salik ka girak gərək həman. Salik ka girak məarif eycan. Bu sözqa muvafiq əhli irfan. Arif kişilər məarifi din. Xəlq icra tuşar nəfir-ü əfğan. Həmraz olayın disang alarğa. Həmraz olayın disang desən alarğa.
razning ulustin eylə peyhan. Razning ulustin eylə pinhan. Razını, raz nə deməkdir? Sır. Sırrını ulusdun. Ulus millət, ulu böyüklər. Böyüklərdən ya millətdən gizlə, saxla, pinhan. Ni eyb alar yolida bulsang. Ne eyb alar yolida bulsang. Aşufte ve xəstə ve perişan. Tüm barsın anın xiyali birla. Tüm barsın anın xiyali birla. Ta bar cahanu çərxi gərdun. Dem urma cahanda masivadın. Gafil bulmadımı xudadın. Yok zerre vefası masivanın. Ya tutma göngül. Ya tutma göngül ka mehrin anın. Gayriğe xudanın olma meşgul. Gayriğe xudanın olma meşgul. Yadi bilasın bulup xudanın. Dövlətdir əgər xuda yolunda. Sərf olsa həyat-ı cavidanın. Aşıqsını ey göngül dimaslar. Aşıqsını ey göngül dimaslar. Tabar İsa, tabar İsa eşq ar inşanın. Eşq ara nişanın. Aşık seni ey göngül dimaslar. Tabar İsa eşq ara nişanın. Tabulse nişat eşq birla. Cisminda göngülda canın. Dem urma cahanda masivadın. Gafil bulmadımı xudadın. Mənzur cemalın ilə göz salmayın imdi nurga. Mənzur cemalın ilə göz salmayın imdi nurga. Salsan gözünün yürüga salgıl. Salsan göz anın yürüka salgıl. Yüz yoktur anın yüzüdin üzga. Onun üzündən özgə üz yoxdur. Çox burada bu yüz sözü ilə çox oynur. Ömr ötür yəni ötər, geçər. Ömr ötü rəvan ibadət ilə. Yaşın dani qaldı tibi yurga. Nə deməkdir bunu bilmədim. Fikri bila bul unikda bulsan. Fikri bila bul unikda bulsan. Zikri bila bul barurda turkan. Söz vəhdət-i zatidin barında. Söz vəhdət zatidin barında. Tutma qulağınınkini özga sözga. Tutma qulağınkini özga sözga. Dem urma cahanda masivadın. Gafil bulmadımı xudadın. Bu adına şey dedi, davamı vardı. 2 səfə. Əlbəttə çox da davamı yoxdur. Elə qutarım bunu. Eşq o qəb bulub nişanə. Aşıqlar içida bul yeganə. Hər şam و səhər da dərd birla. Hər şam و səhər da dərd birla. Çək ahu fəqan aşıqanə. Yüzüngini urma eşkidinsin. Yüzüngini uyurma eşkidinsin. Koysang dağı eşk ütiğə yana.
Sufiya sab üzünü zərgi birla. Sufiya sab üzünü zərgi birla xəlq itra uyurma sufiyanə. İrilma xiyalidin zamani. Ayrılma xiyalidin zamani. Ta bulsa übeydiya zamane. Dem ürme cehane emma masivadın. Gafil bulma demi xudadın. Buradan bu yüzden rübailere söz geçir. Rübailer yazıbdı. Birinci rübaisi namın qılay namı nişanımı fəda. Namın qılay namı nişanımı fəda. Məzmuniğə çişmuna təvanımı fəda. Lafziğə anın fəda göngülü qılay mən. Hər hərfi say can o cehanimini fəda. Cehanimini fəda. Bu birimciydi ki, bir ayrısını oxuyaq. Rübailərdən. Rübai 4 dana misrəə deyib, rübai 2 beyt idi əslində. Əyyam-ı nişatiya Əyyam-ı nişati yana ғəm bulğusidir. Əyyam-ı nişati yana ғəm bulğusidir. Hər nişari nur dərdü ələm bulğusidir. Aləmdə niçim görsang iqa bir ma göngül bilgil ki anünk bari ədəm bulğusudur. Ya Rəbb manqa bəxti ruxini ehtimal olacaqdır. Ruxşini sürdürgil. Ya Rəbb manqa bəxti rəxşini sürdürgil. Xəsmimini qəmu qussə bila öltürgil. Öltür, öldürmək deməkdir, ehtimal verirəm. İlini tilakan muradiğə yetirdünk. Ya Rəbb Ya Rəbb mini həm muradimə yetirgil. Kitabın son şeyini oxuyaq, qutaraq. Ol şux barıb qeyriğə yar oldu nitay. Necə nitay. Ol şux barıb qeyriğə yar oldu nitay. Bu işi bilib göngül əfkar oldu bitay. Qaşı bila cadu gözü minin fürgəti da. Qaşı bila çadu gözünün fürgəti da. Can birla güngül zaru nezar oldu bitay. Təmmət-i divanil Übeydullah Xan Səmərqəndi Be'unullah və hüsnü tevfiqihi fi tarixi əvaxir Mühərrəmül Həram 959 sənə-i 959 Katib Əl-Əbd Əl-Müzəffər Şirvani. Müzəffər Şirvani rəhmətlik da Übeydullah Xan Səmərqəndinin divanın o mərhum Allahın rəhmətinə gedəndən sonra, yəni Übeydullah Xan Səmərqəndi fot eləyəndən sonra Allah rəhmət eləsin, katib Müzəffər Şirvani onu yazıya tökübdür, yazıbdır tazaşdan, yəni onun əl xəttinin ehtimalən üzünə baxaraq onu gözəl xəttinə yazıbdır, bir gözəl kitabda qalıbdır bu gün bizə. Çox gözəl duyğular, çox gözəl ehsaslar, insanların ehsasları, bugün biz bunları görürük.
Allaha min mərtəbə şükür olsun ki, bu gün də bizə ömür verdi. Bir ayrı gündə gəlib bir neçə dənə türk kitabı ilə tanış olduq. Bu günləri əslində 4 kitaba baxdıq, ikisini üçün oxuya bilmədik. Çünki oxumadıqda əslində çünki xətləri biraz çox çətin idi. Bir də çox kiçik idilər. Bir də çox dinçi məsələlər olduğu üçün içində oxumadıq. Məsələn, birinci 8 səhifə idi. 4 səhifə idi əslində, 8 səhifə yox. Şəcəri məktub deyə bir kitab idi. 4 səhifədən ibarət idi. Nəzərə gəldi ki, bu özü yazmışdı ki, 1216-da, yəni 231 il öncə yazıbdı. Biraz ona görə ki, 250 ildən aşağı olan kitabları oxumuruq, az olan kitabları oxumuruq. Oradan ikincisi Sirri Furqan deyə bir təfsir idi ki, bu da deyib 1229-da bunu yazmağa başlayıbdı. Burada da gördük ki, Avropalılar, Məsihlər gəliblər İslam dünyasının dilini də öyrəşiblər, dinini də öyrəşiblər, yəni casuslar giriblər içəriyə. Burada işarə elədi. Demədi casusdur, amma dedi ki, bu adam belədir, elədir. Üçüncü kitab da var idi, onu adını yazmadım. Dördüncü kitab Divan-ı Übeydullah Xan Səmərqəndi ki, bu mərhum özü, yəni bunun adını orada yazmışdıq. Bu nə demişdi? Demişdi ki, Übeydullah xan doğum. Übeydullah xan Səmərqəndi doğum. Doğum bunları şey yazıydı. Tarixləri hicri mi yazar mısın? Tarixləri bu da şey yazmışam, qələt yazmışam. Yəni tarixləri hicri ilə yazar mısın? Görək ki, bu tarixləri hicri yazsa tamam, bu adam miladidir, təqribən hicri. Təqribən 890, dedi ki, doğum 892-də doğulubdur, ölüm 918-də Allahın rəhmətinə gedibdir. Hökmləri hakim. Biri qəməri, bir də şey yazıbdır. Üzr istəyirəm, bunu mən qatışdırdım. Doğumu. Qəmərisi 892, şəmsisi 866. Bunu ötürək, şəmsini ötürək. Ölümü 946. Ölüm 946. Qəmərisi də. Qəməri 900 946. Hökumət çağı qəməri 940-dan 4 il hökumət edib. 941 ilə 946 arası hökumət edibdir. Yəni bu kitab bunun zamanında yazılıbdır. Dedik ki, yəni bu adam ömründə bu şeiri yazıbdır. Kitabın dedik ki, nüsxəsi 488 il öncə yazılıbdır. Amma bu adamın özünün ömrünə, desək ki, ömrünün sonunda da bu öləndən sonra yazılıbdır. Yazmış kitab yazı tarixi. Bu da 946 desək 1447-dir. Bundan çıxsaq 946 ki, ölübdür. 501 il öncə bu kitabı 501 il öncə şair bu kitabı yazıb. Əlbəttə dedik ki, bu şair deyil, həm
hakimdir, siyasətmədardır, həm də memardır dedi. Belə bir şey dedi. Hər halda %99 oxumuruq. Bir-iki dənəsini əlbəttə oxumuşuq. Onları da götürək. Buradan bunlar da qalsınlar. Çünki nə deyirlər, o casusluq məsələsi məncə dinə keçməsinə çox cəlibdir ki, burada da bir nümunə görürük. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün görüşərik. Hələlik.